Ekran paylaşımı deyileyim. Yaza bilmişik integralı. Çetin gelmedi. Miga girişte. Miga girişte integral harda kalmıştık. İntegral. İntegral nerede bu integral? 177. Səhifə 177 müəllimə. Tapdım müəllime, tapdım. Axşamınız xeyir müəllimlər. Akşamınız xeyir olsun hamınızın. Deməli səhifə 177'den kimin ne sual var? Hadi bakalım yavaş yavaş deyin gelsin. İlk geçen izahını vermiştim bəzilərini. Yanıma geldi. Necə? Bəli. 9 məndə səhv alınıb. Sırayla deyək. Baxaq 9'a görə nədir 9? 9 baxım görün nədir? Dərəcə azaltmadır. Bəli. Burada kosinus kvadratı x-in əvəzini yazacağıq nə? 2'də 1, 1 üstə gəl kosinus ya da 1 yazaq. Bir fərqi yoxdur, eyni şeydir. Kosinus 2x. Düzdür. İndi burada 4x olduğuna görə bu 8x olacaq. Bəli, burada 4x deyə. O da olacaq nə? Yazıram deməli, yazıram integral. Mötərizəni vurub açıram. 2'də 1 üstə gələk 2'də 1 kosinus 8x. Mən 4x yazmışam təkrar, ona görə müəllimə gördüm. Rəslamı da bərabər 2'də 1'in integralı 2'də 1x deyir müəllimi. 16'da 8'in tərsini çıxardırıq, vururuq 2'də 1 olur 16. Kosinus da integral bildiki nədir? Sinus, düzdür? Müsbət 16'da 1 sinus 8x. Cevabımız C variantı müəllimə. Plus C-ni yazmaq şərti ilə. Dərəcəni aşağı salanda 2'ye vurmamışsınız yəqin, unutmuşsunuz yəqin ki. Sonra kimin var müəllimə? 20'ye qədər kimin sualı var? 40'a qədər. 60'a qədər. 17 var məndə sonra. 17? 17 məndə var, hə müəllimə, bəli. 17'ye də eklendi. Tam yarım çox qalır. Belə demişdim, belə misallardan müəllimlər. Ən yaxşı, hər iki tərəfdə x var, görürsünüz. Törəmə. Hər iki tərəfdə ən yaxşı törəmədir. Bu integralını tapmaqdansa hər tərəfin törəməsini tapmaq daha sərfəlidir. Törəməni tapırıq hər tərəfdən. Bildik ki, törəməyin integral bir-birinə tərsidir. Onu gör, necək bunlar? Aparacaq bir-birini. İntegral f'(x dx törəmə integral aparı qalır fx plus c. Düzdür? İndi burada daha doğrusu fx'in özüdür, sayısı yox. İndi burada törəmə integral aparı qalır x kubu plus 2x. Axşamınız xeyir olsun. Təşəkkür edirəm. Burada törəmə integral apardı qaldı x kubu üstə gəlir 2x kvadratı bərabər. Bu tərəfdə isə adi ifadə törəməsini tapacağıq. X kubu. Olacaq nə? Bəli, x kubu, x kvadratın törəməsi 2x, 4x'in törəməsi 4, təbii ki, üçün də törəməsi 0, düzdür, müəllimlər? İndi o tərəfə keçəndə x kubları islah gedəcək. Qalacaq nə? 2x kvadratı, bunları sola keçirəm. Çıx 2x minus 4 bərabər 0. 2'ye də bölürəm x kvadratı çıx x minus 2 bərabər 0. Vuruqlarını ayıram x çıx 2x üstə gəl 1 bərabər 0. Düzdür? X ya 2'dir ya da mənfi 1'dir. Bizə deyir nədir? Böyük qiymətin. O da təbii ki 2 olacaq müəllimlər. 2 də E variantında gördüyümüz kimi. 18 də həmin qaydını yazacaqsınız müəllimlər. 18 elədi də, hə müəllimə orada. Eyni şeydir. Baxın, integral və bu tərəfdə ifadə. Ən yaxşı törəməni. Bəli. İntegralını almaqdansa törəməsi olmaq daha yaxşıdır. Bəli. Daha sonra nə müəllimlər, sualımız nə idi? 40'a qədər yoxsa keçək 51'e. 51'də baxaq müəllimlər. Bunu ən yaxşı neydi? Müəllimlər vuruqlarını ayıracağıq. Məxrəci hökm vuruqlarını ayıracağıq. Demək, integral 2'dən 3'ə, bundan işimiz yoxdur. dx, bundan da işimiz yoxdur. Bunu vuruqlarını ayırsam, biləm ki, x üstə gələk 3, x çıx 1'dir. Düzdür müəllimlər? Dx yazmışım zaten. İndi mən bunu ayrı-ayrı kəsrli şəkildə yazmağa məcburam. Bunu yazacağım belə. Əgər birbaşa yaza bilirsiniz, nə əla. Yaza bilmirsinizsə, yazacaqsınız belə. 1 bölünsün x plus 3 vurulsun x minus 1
bərabər A bölünsün x plus 3 plus və yaxud da minus fərqi yoxdur. B bölünsün x minus 1. İndi bu tərəfə orta məxrac gətiririk müəllimlər. Burayla nə edirik? Müqayisə edəcəyik. Orta məxrac gətirsəm alıram nə? Gəlin açıq yerdən yazın. 1 bölünsün x plus 3 vurulsun x minus 1 bərabər sağ tərəfə orta məxracı gətirirəm. X plus 3 vurulsun x minus 1. Orta məxracı gətirəndə bunu çarpaz 1'ə vuracağım. A x minus A plus 1'ə vurdum. Bx plus 3b. O da bərabər sadələşdirirəm. Yenə x kub, x üstə gələk 3 x minus 1. Burada x'lərin əmsallarını ayrı ayırıram. Yazıram a üstə gələk b x. Sərbəst ədləri ayrı yazacağım. Çıx a üstə gələk 3b. İndi bu tərəflə bu tərəfi müqayisə edirəm. Məxrəclər heç getdi. İndi baxıram, burada məndə 1 nə demək? Yəni x ümumiyyətlə yoxdur. X yoxdursa, x-in əmsalı, yəni a üstə gələk b sıfırdır. Və x olmayan isə nədir? 1'dir. Yəni mənfi a üstə gələk 3b-də 1'dir. Gəlin buradan sistemini alırıq, tənlə sistemi alırıq. Buradan alırıq nə? 4b bərabər 1, b də bərabər 4'də 1. İnşallah ki, işarə səhv falan eləməmişəm. Düzdür müəllimlər? İşarə səhv eləməmişəm. Müəllimə, siz orada əvvəl demişdiniz, Çıx da yaza bilərəm. məxrəclərin fərqi. Hə, burada çıx yaza bilər. Çıx yazsın da bəlkə daha yaxşı olar. Çıx yazsın daha tez olaram bəlkə. Mənfi 4'də 1 olmur. Gəlin çıxın yazın daha qəşəng olsun. Bəli. İstə gələkdən çıx daha yaxşıdır. Baxaq. Deməli, məxrəcdə nə olacaq? Belə a çıxılsın b 0, a çıxılsın b 0, x-in əmsalı. Mənfi a çıx 3b, mənfi a çıx 3b də 1. Belə yazsam, düz vurdum müəllimlər. Düz vurdum. Burada nə alıram? Mənfi 4b bərabər. A bərabər 1-yə. Yadından çıxır. Onu özümüzdən eləyirdisən. O surət hissəni özümüzdən qoyurduq. Bəli, bunu özümüzdən yazırıq. Burada nə alacağım? Tərəf-tərəfə toplasam nə alıram? Mənfi 4b bərabər, yenə inşallah, əslində 1. B də bərabər mənfi 4'də 1. Bayaq çıx olanda, çıx yazanda mənfi 4'də 1 aldıq, üstə gələn 4'də 1 alırdıq, heç nə. Əslində eyni şey alırıq. Hansını götürəcəyik onda? Mənfi 4'də 1 yoxsa 4'də 1? Burada çıx götürmüşsünüz, zaten həmin işarə orada kompensasiya olacaq, eyni şeydir. Aha. Üstə gəl olan 4'də 1 olur. Əvvəl demişdiniz, siz məxrəclərin fərqini ilə qabağa çıxardırsınız. Elə onunla eləyəydə bu boyda Yox. Mən onu deyir, həmişə tapmaq olmur axı onu. Mən bu yolu demək məcburam, çünki bəzən tapmaq olmur. Bəzən tətbiq eləmək olmur onu. Bəzən tətbiq eləmək olmur. Və yaxud da yuxarıda x hansılı ifadə olur. Məsələn, tutaq ki, 3x çıx 5. Məsələn, belə. Ona görə də mən ümumi yol deməyə məcburam, deməliyəm hökmən. Ki, yanlış yönləndirməyim sizi. Burada üstə gəl olanda müəllimlər, burada üstə gəl olanda, burada üstə gəl olur. Burada üstə gəl olur, burada 4b olur, uzun getmək. B də 4'də 1, düzdür? A da B-nin nə idi? Əksidir. Buradan alalım ki, A B-nin əksidir, yəni müsbət 4'də 1. Daha doğrusu mənfi 4'də 1. Eyni şeydir, fərqi yoxdur. Aparım burada yerinə yazırım. 4'də 1 də çıxarsam qabağa. 4'də 1 çıxarsam qabağa. Məxrəclərin fərqi 4 yerdə, düzdür müəllimlər? 4'də 1 çıxarsam qabağa nə alıram? Bərabər. Gəlin lap mənfi 4'də 1 çıxardım. A mənfi daxil ona görə. Mənfi 4'də 1 çıxarsam qalacam nə? 1 bölünsün x plus 3 minus, çünki mən müsbət idi, bu müsbət. 1 bölünsün x minus 1. Orada məxrəcə geçsəniz görürsünüz ki, eyni şey alınır. Və bu da bərabər. Gəlin buranı sileyim. Ümumi yol bildiniz də müəllimlər? Biraz uzun getirəm bir. Ay müəllimə. Nəyi? Burada nə yazmışdınız? Ax minus a minus bx yazmışdınız, düzdür? Və minus b. Yəni 3 bizə gərək olmadı. Nasıl X plus 3'dəki 3. X də gəl 3'dəki 3. O bizə lazım olmadı. Orta məxrəcə gətirdik bunu. Müqayisə etdik. Gördük ki, a plus b, x yoxdur 0. A minus 3b bərabər 1. Necə 0 oldu? Buradan 4 necə müəllimə? Elə onu anlamadım ki, işte gəl b 0 hardan gəldi? Əmsallar idi o. Çünki burada 1'dir müəllimə, burada x yox da. X'in əmsalı 0 olmalıdır. 2x olmasın orada. Müəllimə, yuxarıda 1'dir, o birisinin yuxarısında a minus a plus bx minus a plus 3b. Belə almamışdıq. Orada 3 var idi. 3 deyil, daha 3 daha.
Burada bu tərəfdə x yox demək, belə çıxır, burada x-in əmsalı 0 olacaq. Belini bağlayıram da uçmasın. Burada sərbəsiyyət 1-dir. Onda burada sərbəsiyyət 1 olmalıdır. Mənfi a üstə gələk 3b bərabər 1. Buradan alırıq ki, müəllimə b 4-də 1-də, adam mənfi 4-də 1-də. Mənfi Qoy 4-də 1 müəllimə çıxar. fikir edin, baxarıq sonra. Eybi yox, ətraflı. Vaxt getməsin. Bir də onu Bəs götürün buradan- müəllimə. Buradan beləsi bildik nədir müəllimə? Mənfi 4-də 1. Bu ln budur. Ln x plus 3'dür. Bu da ln x minus 1'dir. Bu da beraber, gelin bunu bir yazın. Mənfi 4'te 1 yazırım belə. Ln x plus 3'ü bölüm x minus 1'e. Düzdür, hardan ara? 2'den 3'e. Apar yerine koyacağım müəllimlər. Mənfi 1. Bu misallar biraz uzundu ama çətin değil. Deməli, x yerine 3 koysam yukarıda 6, aşağıda 2 ile. Yani ln 3. Çıxılsın. 2 koysam yukarıda 5, aşağıda 1, ln 5. Düzdür? Bəli. O da beraber. Ha, var ya. Ay sağ ol, bəli. Bu mənfini de bu tarafa atanda Ln ln 5 3 çıxılsın, bölü ln 3 5. olur. Sağ 4'te olana 1, bölünür. ln 5 bölünsün 3. A variantı bəli, tamamilə doğru. Biraz uzun gedir ama çətin değil. Yani bunların yolu budur müəllimlər. Başka neyə bilərik heç nə? Bəzən olur ki, məxrəcin nəyi olur? İntegral olur yuxarıda. Daha doğrusu törəməsi. Onda biraz başqa cür gedirik. Kimin sualı var müəllimlər? 55'e də baxa bilərik mən. 55'e? Yaxşı. 55'e baxsaq, ayrı-ayrı böləcəyik integral 0-dan 1'ə. 9 üstü x'i 3 üstü x'e bölüləm. 3 üstü x qalır. 1 də 3 üstü x'e bölüləm. Üstə gələk 3 üstü mənfi x. Bura qədər bildiyim əlimə. Bəli. dx. O da bərabər 3 üstü x a dedi. Belə olacaq nə? 3 üstü x bölünsün ln 3. Amma burada x'in qabağında nə var? Mənfi 1 var. Mənfi 1'in tərsi çıxacaq qabağa. Mənfi 1'in tərsi nə eləyir? Elə mənfi 1 eləyir. Düzdür? Tərsi Hə. çıxardandan sonra 3 üstü mənfi x bölünsün ln 3 yazırıq. Nədir bu da? 0-dan 1'ə. O da bərabər 1 bölünsün ln 3 çıxardaq qabağa. Bu heç. 3 üstü x minus 3 üstü mənfi x. 0'dan 1'e. O da bərabər 1 bölünsün ln 3'ü çıxartdıq. Bəs x'in yerine 1 qoysam ikisində də olacaq nə? 3 üstü 1, yəni 3, çıxılsın 3 üstü mənfi 1, yəni 3'də 1. Düzdür? Çıxılsın 3 üstü 0, yəni 1, çıxılsın mənfi, yəni üstə gələk 3 üstü yenə 0, o da yenə 1. Bu heç. Düzdür müəllimlər? Hə. Bunlar islah gedəcək. Qalır nə? Bu da nə eləyir? 3'də 8, düzdür? O da eləyir 3'də 8, 3'də yuxarıda 8, aşağıda 3, elin içində yanında. A variant. A variantı bəli. Adi hesablamalardır müəllimlər. Bunlar sadəcə x'in əmsalı mənfi olduğunu görə mənfini qarşıya çıxardacağıq, unutmuruq. Mənfinin tərsini çıxardırıq əslində, əksin yox, tərsini. Mənfi 1'in tərsi yenə mənfi 1 eləyir. Qarışdırmayaq. Sonra müəllimlər nəyə baxacağıq? 68. 68'den qabaq yoxsa 68'e də baxaq. Burada nə edə bilərik? Ancaq nə edə bilərik? Sadələşdirə bilərik. Nə? Başqa heç nə. Nə tər eləyək müəllimlər? Buradan x minus 2 var deyə yazım belə bərabər integral x minus 2 minus 1. Kök altında x minus 2'nin bir yazdım belə. Bu da birdən kök altı x minus 2'nin kvadratı daxı bu. Düzdür müəllimlər? Ayrı-ayrı bölsəm alacağım nə integral? Bunu buna böləndə 1 gelir qalır bir dənə kök altında x minus 2. Minus 1 bölsün kök altında x minus 2. Vəssalam dx. Buradan belirsin nədir? Adi qaydan integralını alırıq. Bunun integralı nə eləyəcək? X əmsal 1 olduğuna görə qarşı eşin çıxmayacaq. Bu x minus 2'nin üstündə 3'də 1, 2'də 1 daha doğrusu. Bu 2'də 1'in üstündə bir gəlin neçə girməlidir? 2'də 3. 2'də 3. Onun da tərsi olacaq çünki böl axı. Böl 2'də 3'dür. O da 3'də 2 eləyəcək. O da x minus 2'nin üstündə yenə 2'də 3. Çıxılsın. Bu da Orada niye kökün üstünde kvadrat yazdık? çünki mən onu ekstra aparmalıyam da müəllimə. X çıxılsın 2'yi çıx 1 yazdım bunu. Belə kök altında x Ben minus orada 2. ha kvadrat açanda Bunu bir modul yazdım çıxmıyor. bəli. Bunu x minus 2'ni kök altı x minus 2'ye bölmək üçün bunu bir yazmalıyam da müəllimə. O modul çıxmır cüt dərəcədən. Onun Yox, daxil modul değil. Bu müsbət olduğunu görə artıq bu müsbət garanti olub. Garantiləyək bu. %100 garantidir ki, bu müsbətdir.
Ona görə də bu şəkildə yaza bilirik müəllimə. Başa düşdük? Bəli. Eyni qaydada bu da nədir müəllimə? Bu da x üstü, x minus 2-nin üstündə bu isim məxrəcdə olduğuna görə mənfi 2-də 1-dir. Mənfi 2-də 1-in üstünə 1 gələn neçə eləyir? 2-də 1. Düzdür? 2-də 1-in tərsi nə olacaq? 2. X üstü, x 2-də 1, 2-nin üstündə mənfi 2-də 1. Yox, üstünə 2-də 1 gəlmişim. 1 gəlmişim, 2-də 1. Pirusi, cavabımız bu olacaq. O da hansı variant? Elə A variant desin. 3-də 2, 2-də 3, bir baxmaq lazımdır. Bəli, 2-də 1, bəli, elə A variantı. Aydın oldu müəllimlər. Bəli. Başa düşdük də. Sonra nəyə baxırıq? 79. 79. Suallarınızı qoymayın qalamsın deyin. Əlimizdən gəldiyincə izah edəcəyik. Burada baxırıq nəyə? Buyurun Bu müəllim. bayaq yazdığımız misal, bir də ki, A ilə B ilə yazdığımız misal var idi. Hı. Məxrəc şəklində olanlar. Onları məsələn məxrəcin üstü mənfi 1 kimi götürüb vuruq şəklində yazıb hesablamaq olmaz. Yox, olmaz müəllimə. Bu törəmə deyil, törəməni qarışdırmayaq. Məxrəcdə 2 dərəcəli varsa müəllimə, məxrəcdə 2 dərəcəli çox ədli varsa, ya orada əvəz etmə eləyəcəyik, orada hökmən surətində məxrəcin törəməsi olmalıdır, ya da ki, bu şəkildə ayrı-ayrı yazmağa məcburuq. Başqa şansımız yoxdur müəllimə. Aydındır. Qətiyyən onun üstündə mənfi 1 kimi yazan mənim, çünki bu törəmə deyil. Yenə vurğulayıram, hər istənilən funksiyanın törəməsini tapa bilirik. Amma hər funksiyanın integralını tapmaq o qədər də asan deyil. Görsün müxtəlif yanaşırıq, hərəsində müxtəlif cür. 79 demişsin müəllimə, deyəsən. Bəli, bəli. 79. Burada nə indik müəllimə? Yazıram belə. Deməli, 4 üstü x-in integralı bildik ki, 4 üstü x Elən 4. Böl elən 4. vurulsun elin 4. Çıxılsın, bu da 2 üstü x vurulsun 2-dir də, belə baxsaq. Düzdür müəllimlər? 2 vurulsun 2 üstündə x, 2 üstü x-in də integralı böl 2, elin 2-dir. Düzdür? Bəli. Bu da nədir? Sıfırdan a-ya. Böyük bərabər 35 bölünsün elin 4. İndi burada elin 4-lərdən mən neyiniyim? Xilas olmaq istəyirəm. Onun üçün neyiniyim mən bunu? Bunu elin 4 eləmək üçün neyiniyim müəllimlər? Ya bunu elin 2'ye getirmeliyim ya da bunu elin 4'e getirmeliyim de. Bu Elin 2, birisini elən 2 kimi gətirəm. elin 2 olsa, 2 elin elin 2 2 demək olsa, deyil müəllim. ay sağ ol, bəli. Gəlin bir yazaq, yaxşı. Onda bu 2'nin kvadratı, bax bu elin 4, elin 2'nin kvadratı deməkdir, düzdür müəllimlər? Bu da 2 elin 2 deməkdir, düzdür? Demək yazsın belə, gəlin, bax bunu bura qədər birlikdə indi. Buradan berisini yazsın, yazıram belə, 4 üstü x, 2 elin 2. Çıxılsın, 2 vurulsun 2 üstündə x, elin 2. Hələ ki, burada toxunmuram, sıfırdan a-ya, böyük bərabər Orta məxrəci 35 gətirək. bölünsün, 2 elin 2. Gəlin elin 2-ləri ixtisar aparaq. Düzdür? Qalsın nə? 2'ye də vuraq mı hamısını? 2'ye də vuraq müəllimə. Olsun 4 üstü x minus, burada 2 yox idi də. 4 vurulsun Ona 2 görə üstü 4 bəli. 2. 4 vurulsun 2 üstündə x, sıfırdan Böyükdür a-ya bərabər, böyük bərabər daha doğrusu Böyük 35. bərabərdir 35. Və sonunda paraq yerinə qoyaq. A-dır, yuxarı sərhəd A-dır. 4 üstü A çıxılsın, 4 vurulsun 2 üstündə A. Bundan çıxacağım nə? 0 qoyuram bu dəfədə. 4 üstü 0 çıxılsın, 4 vurulsun 2 üstü 0. Böyük bərabər 35. Burada 2 üstü A var deyəm, bunda 2 üstü 2A yazım, elə məndir. 4 üstü 2A. Bu nə edir? 1. Bu da 4 vurulsun 1. Yəni bu nə edir? Mənfi 3. Düzdür? Yəni üstə gerici olacaq. Düzdür müəllimlər? 35'i keçirin bu yana. Necə müəllimə? 4 üstü kaniyə 4 bıraq 2 üstü A. Evet. Olmalı deyil. Bu mexanik şey vermişim mən müəllimə. Belədir, belə. Böyük bərabər 0. O da belə yazıram müəllimə. Kvadrat tənliyə gəlir yoxsa yox Kvadrat gəlir. bərabərliyə gəlir. Əvəz edək. 2 üstü A-nı. 2 üstü A-ya bir T deyək. 2 üstü A-ya bir T T kvadrat deyək. 4 üstü T, gəlir. özü bu nə? Bildiki nə? Üstü funksiya nə demişim müəllimlər? Böyük sıfırdır. Düzdür? Mənfi olmur, heç vaxt sıfır da olmur. 2 üstü A həmişə nədir? Müsbətdir. T kvadratı çıxılsın 4A
minus 4T. 32 böyük bərabər 0. 4T müəllim. T çıx 8, 4T niyə bir yazdım? mənfi 4. 4 T çıx 8, 8 T mənfi üstə 4. gəl 4. B düz yazdım müəllimlər. Bəli. Bu müsbət olduğuna görə bu heç vaxt 0 olmaz, bu heç. Qalır nə? T çıx 8, A-da 3'dür onda. T çıx 8 böyük bərabər 0, T böyük bərabər 0, daha doğrusu 8. Bu da 8. 2 üstü A'da axı, Üstü böyük A, bərabər böyük 8 bərabər 2'nin 8. kubudur. Onda buradan alırıq ki, A böyük bərabər 3 olur. A böyük bərabər 3, o da C variantı. Mən biraz izah edirəm də, bir uzun gəlir, amma siz birbaşa özünüz yaza bilərsiniz daha qısa. Mən biraz uzun gedirəm ki, izahlı olsun tam. Sonra müəllimə nəyə baxırıq? 89'u. Yine bunu çekim bu tarafa. 89'a müəllimə? Bəli. 89'a. Baxım 89, baxım nədir 89? Keçin bəziləri yanmışıq. İndi onun üstündə qalıb. 89 yəqin ki 99. Görünmədim. 89 buradakı nömrələrdən deyəqin hansısı müəllimə? Bəli, Birinci müəllim. müəllim. Burada hansılardır? Birinci, ikinci. Bu müəllimə. Bəli, bəli. Baxaq deməli 89 deyirsiniz budur, düzdür? 89. Deyir ki F, görürsünüz F 2 iştirik daha müəllimlər bunlar. İkinci İkinci tərtib törəmədir bu. tərtib. Bu törəmə keçən demişdik də, düzdür? F 2 iştirik əgər F 2 iştirik, yəni ikinci tərtib törəmə. Əgər 3 F 2 iştirik 3x kvadratı minus x ise onda nə alırıq müəllimlər? Hər tərəfdən integral alsaq əgər bunları, onda f ştrix x törəmən bir gedir də, yəni ki integral nə olur? Törəmən birini aparır. Qalacaq nə? 3x kvadrat nəyin integraldır? Daha doğrusu nəyin törəməsidir? Bu. X kubu. Bu da 2'də 1 x kvadrat, düzdür? Bəli. Bir də hökmən C yazmalıyıq. Bu C'ni tapmaq üçün bizə köməkçi vasitə verir. Bəli, 2'nin yerine koy. Yəni x'in yerinə 2 yazacağıq. Olacaq nə? X'in yerinə 2 yazsam buradan f ştrix 2, yəni mənfi 3 bərabər. Burada 2 yazsam 8 çıxırsın, bura 2 yazsam 1 üstə gəl C. Buradan alıram nə? Bu 7 eləyir. C bərabər mənfi 10 aldım deyəsən. Düz yazdım müəllimlər. Bəli. Olsun mənfi 10. Sonra deyir ki bizdən soruşur nəyi müəllimlər? F1'i. Təzədən yenə bunun integralını alacağıq. Çünki bizə nədir? F'i soruşur bizdən. İntegralını alanda olacaq nə? Fx bərabər. Bunun integralı bildik ki 4'də 1 x üstü 4'dür. Bunun integralı 2'də 6'da 1 x yox. 4'də 1 x kvadratı düzdür müəllimlər? Düz yazıram elə. Bəli. Düz yazıram. Çıxılsın 10 da törəməsi 10 x. Plus bir dənə də C. C'ni tapmaq üçün bu da x'in yerinə 5 qoyan, 0 qoyanda 5 olur. Onda B çıxır ki bura elə 5 düzdür. C ilə 5'dir. X'in yerinə 0 qoyan C 5 olur. İndi deyək ki yerinə 1 qoyun. Mənfi 1 daha doğrusu. Mənfi 1 qoysam bunlar silah gedəcək, düzdür? F mənfi 1 bərabər 4'də 1 vurulsun mənfi 1 üstü 4, yəni 1. Çıxılsın 4'də 1 vurulsun 1'in kvadratı, yəni 1. Görürsünüz, bunlar silah getdi, görürsünüz. Mənfi 10 vurulsun mənfi 1 müsbət 10, plus 5 zaten vardı. Bunlar getdi, qaldı elə 15. Yoxdur cavab. Neysə, elədim, Allah bilir. Mən neysə verdim, biz mənə baxın də. 3x kvadratın integralı x kubu. Bunun integralı 2'də 1 x 2'də 1 x kvadratı burada olmalıdır müəllimlər bu. Çox güman ki C7 səhv tapmışam. Elə o birisində. Yolum düzdür, bir dənə kvadratı səhv yazmışam, bir səhv getdi. Ay müəllimlər, niyə demirsin bunu vaxtında mənə? Gəlin tez yazın müəllimlər. Tapacağım da. Eləməyin, bildik yolunu. Bildinizdə yolunu. Mən buradan bunun integralını 2'də 1 x yazmışam. 2'də 1 x kvadrat olmalıdır. 2'də 1 C tapacaqsın müəllimlər. 2'də 1 integral alan sonra. Mən mexanik səhv eləmişim, ona görə daha doğrusu əslində mexanik deyil, diqqətsiz deyilmişim. 3 dənəli integrallardan eləyək zəhmət olmasa. Mən onları eləyə bilmədim 3 dənələri. İntegral nömrəsini deyim mən baxım da müəllimə, bilmirəm. 101. 101. Bu müəllimə. Yox, bundan deyildi. Mənim sualımdır o.
Müəllimə, siz tapana qədər bunu izah edeyim. Hmm. Deyək ki, fx budur. Bu bildik ki, nədir? Müəllimə, üstü funksiyadır, düzdür? X də 0 olanda elm 5-dən keçir. X-in yerine 0 yazsam 5 üstü 0 vurulsun elm 5. 5 üstü 0 da 1 değil. Dakika elm 5'ten geçir. Burada elm 5'te ihtimal karşı yazak buradan. Bu fonksiyonun grafikidir. Y beraber 0 yani bak bu xət. X beraber 1 bu. Bir de X beraber 2. Bir de bu. Tabii ki bunların arasında kalan hissələr nədir? Bax budur müəllimə. Bunun da sayəsini tapmasını yedik. İntegral 1'den 2'ye kadar öz verir de X'ini sərhədini 1'den 2'ye kadar. Bizim fonksiyamız yukarıdaki fonksiyamız 5 üstü X elm 5'dir. Çıxılsın heç nə, aşağıda heç nə yoxdur. Dx düzdür müəllimə? O da beraber 5 x'in integralı ne? Elm 5 sabitdir. Elm 5'in işimiz yoktur. 5 x'in integralı da 5 x bölünsün elm 5'tir. Elm 1'den 5'ler gelir. 2'ye. Elm 5'te gelir. Kalır ne? 5'inde x sərhəddə 1'den 2'ye. O da 25. 5'in kvadratı çıx 5'in üstünde 1. Yani 20. C variantı. Bildin mi müəllimi? Mən demişdim, yəni isə əyrilərlə mühitlanmış sahəni tapmaq üçün qrafikləri, sxematik, bəzən hətta kəşfiyyatları tapmağa lüzum var. Müəyyənliyin sonra onda daha düz olar, səhv eləməz Aşağı seçmə. yüz olduğum bir dənə Necə? qaytara bilərsiniz. Yazdırdım o gözü. Buyurun müəllimi. Müəllimə 103-ə də baxarıq. Hı -hı. Silin müəllimi, yoxsa yazdınız, yoxsa? Sərhədlər müəyyəni, Onu silə bilərsiniz. Bəli. bəzi sərhədləri özü verir, bəzi kəşfi nöqtəsini özümüz tapırıq. Yəni çətin Olur, deyil, amma biraz diqqətli edin müəllimə. Necə? Verir və biz də eyni şeyi tapırıq. Onu da elə məsələn onun verdiklərini götürək. O üst-üstə düşür. Elə olur ki. Necə müəllimi, belə Məsələn deyim? x-i tutalım ki 0-1 verir. 0-ın birini özümüzdə tapırıq da. O y-ləri bərabərləşdirib sərhədin birində təzədən 0 tapırıq. Onda elə 0-1 götürək də. Yəni onlar Bəli, bəli. Yəni baxın, funksiyadan funksiya dəyişir. Konkret deyə bilmərəm mən burada. Baxın misala. Məsələn 103 demişdim müəllimə deyəsən. Biri y bərabər x-dir. Bunu bildik ki, bax belə bir nədir? Düz xəttir. Bunu bildik. Adlarını yazıq yanına. Y bərabər x. O birisi y bərabər kök altı x. Bunda qrafikini bildik ki, bax belədir. Düzdür müəllimə? Yəni bu iki funksiya olduğuna görə bunların nədir? Kəsmə nöqtələrini tapaq. Kəsmə nöqtələrini tapmasını indik. Bir-birinə bərabərliyi x bərabər kök altında x. Hər tərəf kvadrat x əldirəm. X kvadratı bərabər x. Keçirəm sola. X kvadratı çıx x bərabər 0. X çıxılsın 1 bərabər 0. Biri 0'dır. Biri də nədir müəllimlər? 1'dir. Biri zaten 0 idi. Biri də nədir bu? Tapdıq ki 1'dir. Düzdür müəllimlər? Birini elə x bərabər 1'i öz verib gəldi elə bundan üstə düşür. Düzdür? Biri də x bərabər 4. 4 də bildik ki hara düşür? Birdən soruya düşür. Razı da məndən. Düzdür müəllimlər? Bəli. Məndən soruşu deyir ki, o x ox ətrafında fırlanmasından əmələ gəldiyi zolağın həcmini. Yəni, bunlar arasında qalan hissə hansıdır müəllimlər? Bax, bu qırmızı hissə. Həcm düstur nətər idi? Pi vurulmuş. Bəli, pi A vurulsun. f(x)in İntegral. Pi'ni də yazırım qabaqda. Pi'ni axırda yazırım da 3. İntegral 1'dən 4'ə yuxarıdakının kvadratı, yəni x kvadratı çıxılsın aşağıdakının kvadratı. Aşağıdakinin kök altı x'dir. Kök altı x'in kvadratı, yəni x. Düzdür müəllimlər? dx. O da bərabər. Bunun integralı 3'də 1 x kvadratı, x kubudur. Bunun integralı 2'də 1 x kvadratıdır. Sərhədlər 1'dən 4'ə. X'in yerinə 1 qoysam, 4 qoysam 3'də 64 çıxılsın. 4 qoysam burada 8. Düzdür müəllimlər? Çıxılsın. Çıxılsın. X'in yerinə 1 qoysam 3'də 1 çıxılsın. 2'də 1. O da bərabər. 3'də 64'dən çıxıram 3'də 1'i. O deyir 3'də 63. 21. Yəni 21. Çıx 8. Çıx mənfi olduğuna görə üstə gələk. 0.5. O da bərabər. 21'dən çıxıram 8'i. 13. 13 eləyir mənə. 13,5. 13,5. Yanında da pi'ni yazıram axırda. Müəllimə, mən onun orada f(x)in kvadratı axı düsturda. Mən onu mötərizə kvadratı yazıb hesablayırdım. Yox müəllim, ayrı-ayrı funksiyadır bunlar. Yuxarıdakı funksiyanın onlar- kvadratı ayrı, aşağıdakının kvadratı ayrı. Ayrı-ayrı kvadratların fərqi müəllim.
Siz fərqin kvadratını yazmışsınız yəqin ki, ona görə səhv Hə, yazmışsınız. mən çıxırdım, sonra kvadrata Yo, yüksəldim. yo, yo. Ayrı-ayrı funksiyaların, kvadratların fərqi. Yadınızda qalacaq inşallah indən belə. Düzdür müəllimə? Hı -hı. Hı. Sonra nəyə baxın müəllimə? Müəllimə siz sualınızı tapdınız? Tapdım dedim müəllimə, hə. Bir də 104. 104. 104'e baxıram. Mənim parçam 0 ilə 3 arasındadır. 0 ilə 3 arasında bunun işarəsi dəyişir müəllimlər. Buradan 3-ə dəyişmir. Niyə dəyişmir? Hə, 0-dan 2-yə dəyişir. qədər, 2-dən 3-ə qədər. Axı bunu 0'a bərabər neçə eləyir? X bərabər 2 eləyir. 2 də bu araya düşür axı. Hı -hı. Gəlin baxaq görün nə deyir. Baxaq funksiyamıza baxaq hələ. Bir qrafikimizi quraq. Bunun qrafiki bildik ki, nədir? Təpə nöqtəsi 2, 0 nöqtəsində olan bax belə bir nə deyir? V şəkilli funksiyadır. Düzdür müəllimlər? Deyək ki, yardan 0-dan 3-ə 0-dan 3'e qədər. 2 də bura düşürdü araya. Bildik düzdür müəllimlər? Deyək ki, bunu, yəni bax bu hissənin yenə deyir OX ətrafında fırlanmasına alınan fiqurun. Yəni bunun fırlanmasına alınan fiqur tapanda iki cür yaza bilərsin müəllimlər. Bunu fırlayanda bildik ki, nə alınır? Bax bunu, məsələn, bax bu fiquru, bax bu fiquru. Fırlasım nə alacağım mən? Bax bu fiquru fırlasım nə alıram? Konus. Konus. Konus Bəli, bunu, alınır da. bəli, bunu konus kimi həll edib tapa bilərsiniz. Onda burada 2 dənə konus olacaq müəllimə. Bəli. Qəşəng bir fiqur alınır. 2 dənə konus, buruna 2 dənə konus. Bax, biri budur müəllimlər. Bax, biri Baş-başa budur. qoyulmuş bir konus. Bəli. Biri də budur. Bu da belə müəllimlər. İndi gəlin bunları neynəyək? Bunların həcmini tapaq. Öncə bax bunun həcmini tapaq. Bilirik ki, həcm tapmaq, konusun həcmini düstur nədir müəllimlər? 3-də 1 S oturacaq. Pi S R oturacaq. kvadratı H, düzdür? Öncə bunu baxırıq buna. Bunun H neçədir? Buradan bura qədər məsafə neçədir? 2. 2. H 2'dir. Bəs R neçədir? Buradan bura qədər məsafə. O da 2-dir. Onda 2 nədən bildik? X'in yerinə 0 qoysaq, bəli 2. X funksiyamız burada düzdür. X'in yerinə 0 qoysam Y oxunardı ki 2'yə, 2'də. İntegralla yazmırıq ki, 0-dan 3-ə x minus pi çöldə olmaq şərti ilə integral 6 x minus 2-nin kvadratı dx. Yaza bilərsiniz, mən ya yaza bilərsiniz, ya yaza bilərsiniz. Mən Belə əvvəl demişdim. dedim mən. Dedim ki, ya Pi. elə tapın, ya elə tapın, ya da belə tapın. Ürəyiniz necə? Ya belə tapın müəllimlər, ya da ki, gəlin adi qaydını eləyək yaxşı. Deməli, bu tərəfdə 2-dən qabaq nədir? 2 çıx x-dir, düzdür? Yani. X 2'den kiçik olanda bura nə olur? İkisi Bura üçün 2 yazacağıq çıx da x. burada. Burada 2 çıx x-dir, burada x çıx 2'dir, düzdür? Deməli, hay müəllimlər, 2 cür yaza bilərik. Gəlin ikisini yazaq. İntegral 0-dan 2'ye qədər funksiyamız budur. Bunun kvadratı dx. Üstə gələk 2'dən 3'ə funksiyamız budur. X çıx 2'nin kvadratı dx. Mesela bunu hesablayıb yaza bilərsiniz. Yəni, eyni şeydir. Qabağında pi yazacaqsınız. Hansı xoşunuza gəlirsə onu yaza bilərsiniz. Heç bir problem yoxdur. Hansını yazaq? Ürəyiniz hansını istəyir? Mənim üçün heç bir fərqi yoxdur məndir. Mən konusunu yazmağı daha üstünü görərəm, amma siz necə istəyir yaza bilərsiniz. Bu ikinci daha rahatdır müəllimə. Bu, İntegral olmaq, bəli. yaxşı, ürəyiniz necə istəyir deyə bilərsiniz. Artıq bunun integralını da birisi də, yəni tapın, Bəli. bölümə Yəni, bilən bunu pi yaz. Bəli. Bunu qəşəng müxtəsərlə danışıb tam dəqiqdir. Arxayın yazmaq olar. Eləyə Tam bilərsiniz, dəqiq. eləyə bilərsiniz, ürəyiniz necə istəyir eləyə bilərsiniz müəllimə. Yox, bu dərsi keçmişəm müəllimə. Ona görə deyirəm. Bəli, müxtəsərlə də eləyə bilərsiniz, adi qayda ilə də eləyə bilərsiniz. Qüvvət kimi də eləyə bilərsiniz. Amma qüvvət kimi eləyəndə müəllimə, bunun qabağında mənfi var. Bunun qabağı çıxartmağı unutmayın. Müəllimə, 106-da onların o y bərabər 3-ü 3x kimi götürəcəyik. Y bərabər 3'ü, yox, elə deyil müəllimə. Burada deyir sahə tapın. Sabit funksiyon. Gəlin müəllimə baxın. Mənim bir funksiyam y bərabər 3. Hadi çəkdim Bunu y bərabər 3. çəkmək lazımdır. Çəkəndə Üç. qəşəng görünür. Bəli, y bərabər 8. 8 yuxarıda olacaq təbii ki, düzdür? Belə paralel olmalıdır, mən əyri getdi. Hesab edin ki, nədir? Belədir, 8. O birisi x bərabər -4. X bərabər -4 buradadır. X bərabər 6. 6 da buradadır.
Düzdür? Bizdən soruşur, bu 4-ün arasında qalan bax bu hissəni. Bu da bildiyimiz nədir? 4 bucaqlıdır da. İntegrala ihtiyaç var burada? Yox. Mən demişdim, əgər fiqur bildiyimiz çox bucaqlı alınırsa, 3 bucaq, trapeziya, 4 bucaqlı alınırsa, nə edirik? Adi qaydını hesablayırıq ki, bu da adi nədir? 4 bucaqlıdır, düz bucaqlıdır daha doğrusu. Yəni bunun hündürlüyü neçədir bura? 5. Bura neçədir? 1 müəllimə. 1. Yox, bura 8. 5. 5. Yəni burası 5 deyir. Bəs burası neçədir? 10. 10. 10, bəli, burada 10'dur. Düz 50. bucaqlıdır, bəli. Burası 50. 5'dir, burası da 10'dur. Sayısı olacaq 50. Daha uzun integral nə gedir ki bunu müəllimə? Əgər üç bucaq alınırsa, düz bucaqlı alınırsa, düz bucaqlı trapeziya alınırsa, bunlar nə edirik? Adi qayda ilə həll edirik. İntegral çox da meyil eləməyin. Əgər ehtiyac yoxdursa. Sonra müəllimə nə edirik? 110'a baxa bilərik. Evet. 110'a baxaq. 110'da nə deyir? Deyir, rəngləmiş hissənin sayəsini tapın. Tapaq. Kosinus bu nəyin qrafikidir? Kosinus x'in qrafikidir. Bildik ki, kosinus nə vaxt sıfırdır? Pi böl 2'də. 90. Düzdür? Demək, bunu 2 üzrə hesablayacağıq. 1, sıfırdan pi böl 2'ye ayrı. İntegral sıfırdan pi böl 2'ye kosinus x dx. Bir də integral pi böl 2'dən 3 pi böl 5 böl 6'ya qədər. Düzdür? Kosinus x dx. Ayrı hesablayacağıq müəllimə. Kosinusun integralı nədir? Sinus x. Düzdür? Sıfırdan pi böl 2'ye. Yeni kosinus integralı yine sinus x. Bu da pi böl 2'den 5 pi böl 6'ya göre ne hesaplayırıq buradan? Burada ne olacaq müəllimlər? Burada bir şey səhv elədim. Nə səhv elədim? Bu mənfidir. Mənfidir. Aşağıdadır, mənfidir. Onu görə də mənfi yazmalıyam burada müəllimlər. Axı mən demişdim ki, oxun aşağıda olanda mənfi olur. Bu mənfidir. Yadımızı saxlayırıq. Bərabər. Sinusun pi böl 2 qoyanda 1. Sinusa 0 qoyanda 0. Düzdür müəllimə? Bu getdi. Çıxırsın sinusa 5 böl 6 qoyanda 152'də 1. 2'də 1. Sinusa çıxırsın. Sinusa pi böl çıx mənfi olduğunu görə üstə olacaq. Pi böl 2 qoyanda 1 yenə. O da bərabər 2 çıxırsın 0 onda 5. 1 onda 5 aldım mən. 1 onda 5 cavab. Mən 1 aldım müəllimlər. Yenə deyirəm, baxın, x oxun aşağıda olanda qabaqda mənfi yazırıq müəllimlər. Unutmuruq, eşitdiniz? Necə müəllimə? Qaçırtdı mı? Bir dənə deyin o axırıncı dinlədi. Əgər qrafik x oxun aşağıdasa müəllimə, bax görürsünüz bunu. Aha. Bax ona görə də bunun qabağına yazdım, mənfi yazdım. Aha, hə. X oxunan aşağıda deyəndə, yəni ikinci və dördüncü rübdə olarsa da, düzdür? Yox, yox, qrafik x oxun aşağıdasa, bax, əyrimiz, bax, qrafik. Bunu yazın müəllimə, deyəcəm, o x yəni ikinci, dördüncü rüblərdə olanda da, müəllimə şəkil. Yox, kosinusla əlaqəsi yoxdur, müəllimə, ümumiyyətlə istənilən funksiya üçün keçərlidir. İstənilən funksiya da, müəllimə. İstənilən funksiya üçün deyirdim elə. İstənilən funksiya üçün keçərlidir. Ben onu taxım müəllimə, bir dəqiqə bileyim. İştiqlənmiş hissə olarsa çıxırıq da müəllimə. Bəli, yəni mənfi yazırıq da, yəni iştiqlənmiş hissə x oxunun aşağıdası birinci nədir? Sahə mənfidir. Yəni baxın müəllimə, belə, bu qaçdı, getdi, ora getdi bu. Qələm taxınca. Qələm nerede? Nur müəllimlər. Səhifə neçədəydik? 84. Çok kapalı getdim. Deyəsən 184 müəllimə. 184. Aa, çok kapalı gitmişəm. 184. 184. İhtimaldan sonradır, yoxsa qabaqdır, ihtimaldan qabaq deyəsən. 184. Ay Allah, niyə belə getmişəm? Tapdım. Müəllimə, demişdim ki, nədir? X oxunun aşağıdası müəllimə, fərqi yoxdur. Funksiyanın özünün nə olmağının önəmi yoxdur. Ta ki, qrafik belədir, məsələn. Fərqi yoxdur. Adi funksiyadır bu, ta ki, fx funksiyası. Ta ki, bura 5'dir, burada ta ki 10'dur. Məsələn, nümunə deyirəm. Mən bu sahəni hesablayanda, bax, bu hissəni hesablayanda yazıram. İntegral 5'dən 10'a, amma qabağa mənfi yazmağı unutmuram. Fx dx. Çünki bu nədir? X oxunun aşağıda da ona görə müəllimə. Yadımızda qalacaq.
Kosinus olduğuna göre ya ha. X okunun aşağıda olduğuna göre yaz bunu mənfi. Unutmayaq. Sonra müəllimlər nə sualımız vardı? Mənim 114-ə də baxaq da. 114'e baxaq. Rəngləmiş hissələrin cəmi budur. Yəni olacaq belə müəllimlər. Rəngləmiş hissələrin -2-dən 0-a, amma qabaqda mənfi yazmaq şərtindən integral -2-dən 0-a funksiyamız nədir? X kvadratı. X kvadratı dx. Üstə gələk integral 0-dan a-yadır deyəsən bu. Bəli. Elə mi? X kvadratı dx. Deyir bu nəyə bərabərdir? 24'dan %25'e. Yeni gəlin bunların integralını hesablayaq. Bu olacaq mənfi. Bunun integralı işte 1 x kubu -2'den 0'a plus 3'te 1 x kubu 0'dan a'ya 24 25. Gəlin hesablayaq müəllimlər. Bunu hesablayaq. Bu nə olacaq? X'in yerine 0 qoysam o heç. Üstə gələk 3'də 8. -3'te 8. Düzdür? Yox, müəllimə müsbət. Əsfran canaqı mənfi. Müəllimə mənfi o da Mənfi 2'nin kubu -8. Qarşıdakı mənfiyə görə də müsbət olmaz. Baxın müəllimə belə də gəlin en yaxşı yazaq. Bax -3'te 1 bu heç. Bunun işimiz yoxdur. X kubunun yerine 0 yazsam 0 çıxılsın. X kubunun yerine yazıram nə? -2'nin kubu. Düzdür? Hə də O müsbət da edir. bərabər. Aysa bu müsbət olur. Burada qabaqda mənfi var axı. -3'te 8. Diqqətli olaq. Mən də bəzən gözümü yayır amma diqqət olmaq. -3'te 8. Üstə gələk. Bu olacaq nə? 3'te 1 a kubu. Heç nə 0'da da heç nə. Bərabər 24 tam %25. Bu nə eləyəcəyəm müəllimlər? 3'e vursam əgər hər tərəfi. Gəlin bu 3'dən rədd olsun geçsin 3. Gəlin -8. Üstə gələk a kubu. Bunu 3'e vuraq müəllimlər. 75 72. 72. A kubu bərabər bu keçin sağa 80 75. Nəyin kubu 80 75 dayı bunu? Heç nə. Heç nə. Nəyi səhv yazdım mən? Axı heç bir şey səhv yazmadım axı mən. Birisi nəyi səhv yazmışam? Niyə demişsin mənə? Müəllimə bu x kubuymuş. Ay. Pis görsənəni mən kvar kimi görmüşəm. Bu kubdur, kub. Siz nə tər görürsünüz mənim, biz də elə görürük. Yəni bu kitabda biraz yaxşı görsənmir. Elə bilmişəm kvadratlı müəllimə kubumuş. Heç demişsən mənim kubun kvadratın qrafiki belə olmaz ay müəllim. Demişsiniz siz də mənə. Müəllimə, deməli aşağıda olanı mənfi götürdünüz də, o üçüncü rüb tərəfdə olan var ha. Bunun hökmü mənfi görəcək. Bax müəllimə, burasını bax. O sol küncdəki. Baxın hökmən bu aşağıda bax bu isə aşağıda olduğuna görə mənfi atırıq qabağını bu heç. Ay, Bu sağ x olun, kubuymuş, mənfi. kubuymuş. Mənfi bu 4'te 1 x üstü 4'tü bu. Bəli. 0 -2'den 0'a. 4'te 1 x üstü 4 bu da 0'dan a'ya. 24 25. Bu nə eləyəcək? Müsbət 2 üstü 4 16'ya 4'ü də bölün 4. Üstə gələk 4'te 1 a üstü 4 24 25. 4'e vursam 16 plus a üstü 4 beraber 4'e vursam 96 97 elə müəllimlər. A üstü 4 beraber 97'den 16 çıxsam 81. 81. O da nədir? 3. Sağda olduğunu görə müsbət 3. Müsbət də burada görürsün müəllimlər. Müsbət 3. Burada kubu kvadrat kimi görmüşdüm deyə mən. Amma yolu budur müəllimlər. Yadınızı saxlayırıq. Bir də deyirəm. Nəyə diqqət edirsiniz? Əgər x oxunun aşağıdası qabağa mənfi atırıq. Unutmayaq. Eşitiniz müəllimlər. Bax bu hissə nədir? X oxunun aşağıdadır. Ona görə mənfi yazırıq. -2'dən 0'a. X kubu dx. Unutmayaq. Eşitiniz müəllimlər. Sonra nəyə baxaq müəllimlər? Suallarımız verək gəlsin. 116. 116. Müəllimlər, xahiş edirəm mənə dəqiq deyin görüm. Öyrənə bilirik yoxsa yox? Bunlar Bəli, müəllimə. mərhələ yaxşıdır. MHM-inki çox çətindir. Oradan da İntegral. Gələcək inşallah onu çıxacaq. Müəllimə bunu yazan sonra imajını yazmaq o qədər çətin olmur. İnanmıram bundan çətin olar. Bunu axır başqa nə ola bilər? Bunu öyrənin müəllimlər. İmajını yazacağıq. Onda
İnşallah onu da gəzəcək, gəl çatacaq da ona da. Asan olacaq onda da. Gəlin baxaq görək. Önəmli olan bunu öyrənsiniz. Mən onu bilmək istəyirəm. Şəkildə verilmiş sahələr üçün A-nın qiymətini tapın. Sahələrimiz nədir müəllimlər? Sıfırdan. Deməli, 0-dan 1-ə qədər olan sahə S-dir. İntegral 0-dan 1-ə kök altında x dx deyir. Bu S-dir. İntegral 1-dən A-ya qədər kök altında x dx isə bu 7-dir. Düzdür? 7S daha doğrusu. 7S. İndi gəlin baxaq. Buradan S-in qiymətini öncə tapım. İntegral, daha doğrusu kök altı x integral nə edir? 2-də 3, 3-də 2. 3'də 2 kök Ay altı sağ ol. 3'də 2, x üstü 2'də 3. Düzdür? kök altı İntegral 0-dan 1-ə bərabər S-dir. Gəlin bunu hesablayaq müəllimlər. 3-də Bu 2. 0 heç. 3'də 2 3'də var. Düzdür? S bərabər 2'də 3. 3'də 2. Düzdür müəllimlər? Hı. İndi gəlin buradan aparım yerinə qoyum. Niyə silməyim, onu silməyim. Bunun integral nə edəcək? Yenə 3'də 2, x üstü 2'də 3, 1'dən a-ya bərabər 7 vurulsun. S-in qiyməti 3'də 2. 3'də 2'lər də geçsin. Eləmi? X-in yerinə a yazım. A üstündə 2'də 3, çıxılsın a üstündə 1. Yox, x üstündə, x-in yerinə 1 qoydum. 1 üstündə 2'də 3, o da 1 idi də, düzdür? Bərabər 7. A üstündə 2'də 3 bərabər 8. 8'də 1'dən 2 nədir? 2'nin kubudur. 3'də geçsə A üstü 2'də 1 bərabər 2. Hər tərəfdə kvadrat yüksəlsəm A bərabər 4 oluyor. A 4 aldım mən D variantı müəllimlər. Aydındır müəllimlər. Sadə hesablamalardır bunlar. Başa düşdüyüm müəllimlər. Bu isə çətin gəldi sizə. Əgər bunu bu formada yazmaq çətin gəlirsə belə yazın. Kök altında A-nın kubu bərabər 8. Onda ararıq ki, kök altında, bu da 2'nin kubu deməkdir. Kök altında A bərabər 2, kvadrat yüksəldəndə də A bərabər 4. Yəni bu yazı ilə bu yazının heç bir fərqi yoxdur, amma bu yazı dərsin daha çox belə gözə yaxşı görsənir. Ənənəvi üsuldur. Adi qaydında, yəni ki, her yaza bilərsə, yer yaza bilərsə, xoşunuz hansından gəlirsə. Sonra müəllim, sualımızı deyin, zəhmət olmasa. Yəni mən ora kimi işləmişəm. Buyur. 120 Buradan bura nə qalır ki, müəllim onu çatdırmamışsınız. Ümumi nə qədərdir? 145 Ay müəllimə, niyə yazmamışsınız axıra qədər bəs onu? Yəni müəllimə çatdıranmamışam. Yəni bundan sonra nə qədər integralımız var? Neçə müəllimə? 145? 120 120? Yox müəllim 120 120 bu da Bəli. düzdür. Deyir ki, şəkildə verilmiş fx Bəli, cüt bəli. funksiyası üçün x kvadrat funksiyası kimi bir şeydir də. Verilənlərə əsasən deyir -1-dən, inşallah bunu düz oxuyuram. Bu -1-də yoxsa -3-dən verilir. -3 -3. deyəsən. Mənfi 3 -3-dən, burada 4'dür deyəsən. Elə. -3-dən 0'adır yəqin ki bu. bəli. Fx dx. Bu budur. Bir də 0'dan 4'ə f'in tərsi deyəndə mən x ox üzərində baxacam tərsinə. Y ox üzərində baxacam mənlər. Bax, y oxu budur axı. 0'dan 4'ə. F'in tərsi budur baxın mənlər. Bax, budur. Düzdür? Bizə soruşur buna, bax, bunlar sahələrin cəmini. Bu da cəf funksiya olduğunu görə mənlər. Burayla elə bura eynidir də. Razısında mənlə. Mən əslində bax bu sahəni tapmış olacağım əslində. Bax bu sahəni tapmalıyam. Bunda sahəsini bildim ki, buradan buracan 4'dür, buradan buracan da 3'dür də uzunluğu. Nə olacaq? 12 12. D variantı. Tərs funksiya olanda mənim funksiyanın tərsi olanda bu tərəfə baxın həmişə. Müəllimə, tərsi olanda hansını götürdünüz? F üstü -1-də. Y oxunu tərəf belə, bu tərəfini. Öz Sağ olanda belə tərəfi. aşağı baxırıq, öz olanda aşağı baxırıq, tərsi olanda Y tərəf baxırıq belə. Müəllimə, orada cüt şərtimi verib. Onu elə belə yerə verməyib, bax, 2'yə vurmalı deyilik. Yox, o şərti qarışdırdım mənimə. Cüt olduğuna görə mən bununla bunu eyni götürdüm də. Cüt olması götürə bilmərəm axı mən onu. Cüt olduğuna görə müəllimə, mən bunun bu hissəsini baxın müəllimə. Bu fx'dir. Bu da f'in tərsi də müəllimə budur.
Cüt funksiya olduğuna görə mən bunu, bax bu sahəni köçürəm bu sahəyə. Cüt olduğuna görə köçürə bilirəm, yoxsa köçürə bilmərəm. Ona Onda görə elə bilin ki, bu tamam. düz Tamamladım bucaqlı da elə bir ki, sahəsini bəli. Düz alırıq da, bucaqlı hə, mən tamamladım, bəli. Cüt olduğuna görə ki, o sahəni götürdüm, köçürdüm bu tərəfə, tamamladım dört bucaq, düz bucaqlıya. Cüt Y-ə görə simmetriya təşkil eləyir, ona görə o tərəfə Bəli, köçürsünüz. bəli. Cüt funksiya olduğuna görə eləyə bildim onu. Başqa cür eləyə bilməzdim. O da 3 vur 4, Hə. 12 elə. Bəli, tamamilə doğru. Məsələn, sərhədləri eyni olsaydı onu da 2-yə vurardıq da. Yəni sərhədlər O ayrı. siz dediyiniz başqadır müəllimə. Bax desəydi məsəl üçün bax -3-dən 3-ə qədər desəydi. Düzdür sahə. 2-yə vurur. Desəydi ki, integral -3-dən 3-ə f(x) dx desəydi, biz bunu 2 dənə 0-dan 3-ə f(x) dx yazardıq. Niyə? Çünki cüt funksiya olduğuna görə bu sahələr eynidir. Görürsünüz müəllimə? Burada f tərsi yox daha özü x-ə doğru. Tərsi olanda y-ə doğru baxırıq. Yadınızı saxlayın. Oldu müəllimə? Tərsi bəzən miqə çox düşür o tərsi. Diqqətli olduğuna görə də. Sonra nəyə baxaq müəllimə? Deyin görüm suallarını yazmışsınız, suallarınızı verin. Yazmamısınızsa baxaq. Müəllimə 121 baxaq da. Neçə? 121. Hə, orada 3 dənələri var. Hə. 121. Bu müəllimə. Bəli, bəli. Gəlin qrafiklərini quraq da. Bunun qrafiki y-in x-də 0 desəm y-i -1-də kəsən. X-də 1-də kəsən. Qrafik düzdür müəllimlər? Bax bu 1-dir. Bu x-ə 0 versəm 9-da kəsən. X oxunda 9-da kəsən. Düzdür? Bu funksiya. Adlarını yazırım böyrünə. Bu x çıx 1-dir, bu da 9 çıx x-dir. Bunların kəsmə nöqtəsi hökmünü tapmaq lazımdır. Nətər tapırıq? Bir-birinə bərabər edirik. 9 çıxılsın x bərabər, x çıxılsın 1. Hökmü kəsmə nöqtəsini tapmalısınız müəllimlər. Buradan anlam ki x bərabər 5. Yəni bura neçədir müəllimlər? 5. Bura 9 idi. Burada 1-dir. İndi baxın görün nə deyir. Bizdən soruşduq nəyi? X 5 olunca neçə olur? Yerinə aparıb yerinə qoyuram. X-in yerinə 5 qoysam 4. Bura 4-dür. Unutmuruq. Sonra y bərabər 0. Yəni bax bu xət. Bir də y bərabər 6. 6 da 9-dan bu tərəfə düşür də müəllimlər. Düzdür? Bura. Düzdür? Yəni 6 y bərabər 6-da x yox. Ay, üzrü sayın. Y bərabər 6, 4-dən yuxarı düşür. Düzdür? Hı. 6, bəli, 4-dən yuxarı olur. Onda bunların hamısının arasında olan nə olacaq? Bu xət, bu x bərabər 0 bir də. X bərabər 0. Y bərabər 0. Bu xət 6 bir aşağıdınca 29'a karıştı. Hüdudlanmış hissə indi hara oldu mənim? Onu tapmaq istəyirəm. Daxil müəllimə. Y bərabər 6. X bərabər 0. Y bərabər 0. Bu xət. Bir də bu xət. Gördüyünüz bax bu figur. Bax gördüyünüz bu figur var ya, baxın müəllimlər. Bax bu hissə. Bax buradır. 4 bucaqlı. Bəli, bir dənə 4 bucaqlıdır. Biz də bunu neyniyək? 2 hissəyə ayıraq mı? 2 dənə trapesiya ayıraq. 2 dənə trapesiya ayıraq. Ayıraq mı 2 dənə trapesiya? Hə, müəllimlər? O aşağı hissəni götürmürük. Yox. Y bərabər 0. 0-dan aşağı düşənmərik. Aşağı düşənməkdən ki, oranı istəmir də bizə. Müəllimə, bir trapesiya, bir üç bucaq olmur. Aşağıda müəllimə bu funksiya yox deyib onu götürmürük. Necə müəllimə? Yox, bu da trapesiyadır müəllimə. Y bərabər 6-dır bura. 6-dır bura. 2 dənə trapesiya, 2 dənə düzbucaq trapesiya. Orasını, o yuxarını yaxşı görmədim ona görə. Elə bildim o üç bucaq. Gəlin şəkil təzini çəkin, qəşək görsənsin. Yox, müəllimə, zəhmət çəkməyin. Orada nə var ki? Biraz iri çəkim, qəşək. Biraz qalın çəkək, çox təəssüf ki. Bunun rəngini dəyişməyənlər. Bir dəqiqə səbirləyin. Gəlin belə çəkin, biraz böyüdüm. Qrafiki biraz belə çəkin, baxın. Bir qrafikimiz deyir, biri x bərabər 0, müəllimlər.
X bərabər X bərabər 0 buradır. Biri Y bərabər 0, yəni buradır. Biri X çıx 1'dir. X çıx 1'də bildik nədir müəllimlər? Gəlin bunu çəkim buradan. -1, bir də 1. Bura 1'dir. Bax, bu qrafikdir müəllimə. X çıx 1'dir. Biri 9 çıx X-dir. X-də 9, Y-də 9'da kəsir, X-də 9'da kəsir. Bax, bu qrafikdir. Gəlin bunu çəkeyim. Belə. Biri Y, biz bunun kəşfi nöqtəsini tapdıq. Bildiki buranın nədir? 5'dir. Biri də 5x5 onun neçə olur bura? 4 olur. Düzdür müəllimlər? Biri də Y bərabər 6. 6 da 4'dən yuxarıda olacaq da bax burada. Bunların hamısının arasında yerləşən hissə bax bu, bura, bura. Görürsünüz müəllimlər? Bax bu hissələrdir, görürsünüz? İki dənə trapesiyadır. Hansı ki, biri budur. Gəlin mən başqa rənglə çəkeyim. Biri bu trapesiyadır. Bax bu trapesiya. Hansı ki, bura hündürlüyü 4'dür. Bu kiçik oturacağı 5'dir. Daha doğrusu böyük oturacağı 5'dir, kiçik oturacağı 1'dir. Çünki bura bir baxdır. Sayısı nə olacaq? Orta xətt neçə olacaq? 3, 3 dəfə 4, 12. Aysa 12 buradır. İndi o birisi nə? Bura 6 idi axı. Onda bura neçə olacaq? 2. H2'dir. Bu hissə buranı tapmaq üçün yeni müəllimlər. Bu düz xətlə 9 çıx X-lə 6'nı yenirik, bir-birinə bərabər edirik. 3'dür. X 3 olanda Y neçə olur? 6 orada. X 3'dür, bəli. Bura 3 düzdür müəllimlər? Düzdür. Orta xətt nə olacaq? 3 ilə 5'in yarısı 4. 4 də 2'nin 8 də buradır. Toplam olacaq 20. Müəllimə, yəni ora Havadır. 1'dən uzundur deyirsiniz. Necə? 3 olmalı. Ora 1'dən uzundur, oturacaq. Ora birdən uzundur. Bura 9'a yaxın, 5'e yaxın düşdü, ona elə göründü. Əslində o belədir. Belə gəlməlidir. Bax, belə gəlməlidir. Artıq bax, belə bir şey. Aydındır. Sadəcə o yerləşmə deyim, 9 bu tərəfə düşdü, mən onu yerə düşdü. Bildim müəllimə, başa düşdüm. Bildiyim müəllimlər, deyilik, trapesiyaları ayırdıq. Kəsfi nöqtələrini tapmağı unutmuruq. X-ində, Y-ində. Sonra müəllimlər, nəyə baxaq? Gəlin siz deyək, mən də baxım. Bilən bunu götürərdim müəllimə. Geri qaytara bilərsiniz. Şəkli skrin edim. Eləyim müəllim, buyurun. Çox sağ olun. Buyurun müəllimə. Bu sual verdiyiniz misalları təzmin özünüz işləyin həmişə ki, yaxşı yadınızda qalsın. Yəni mən izah edirəm düzdür. Bax, indi yadınızda qalır. Sonra daha yaxşı yadınızda qalsın deyə, tam beyninizə otursun deyə özünüz təzmin işləyin onu vaxtınız olan kimi. Sonra sualınızı verin müəllimə. Yazmışsınız suallarınızı verin. 124'e baxaq mən. 123, 124 bunları bir yazacaqsınız müəllimlər. Gəlin bax bunu hansını deyim? 123 yoxsa 120 fərq etməz. Hansını deyim? Tak 124 deyim. Tak ki, yəni bax buna bir funksiyada bu y bərabərdir. Kök altında 16 çıx x kvadratı. Bunun ən gözəl yolu budur müəllimlər. Bunu x kvadratının sinusundan da əvəz yazmam. Amma bu da ən yaxşı yolu mən deyirəm sizə budur. Çox adam onu belə yazır zaten. Bunu kvadrat hissəsinin hər tərəfini y kvadratı bərabər 16 çıx x kvadratı. X kvadratı sola geçsə x kvadratı üstə gəl y kvadratı bərabər 16. Siz bunun qrafiki nədir müəllimlər? Radiusu 4 olan çevir. Mərkəzi koordinat başlanğıcında olan, radiusu 4 olan, bax belə nədir? Bir çevrə. X oxunu harada kəsin müəllimlər? -4 ilə 4'də. Bizə deyir ki, -4 ilə 4 arasında olan yerin sayısını tapın. Yəni haranı? Yarım çevrə. Yəni yarım çevrə. Zaten mənfi olmayacaq bura. Müsbətin götürülür. O da neçə olur müəllimlər? Çevrənin radiusu 4 olan sahənin yarısıdır. Radiusu 4 olan dairənin sayısı nədir müəllimlər? 16 pi, o da yarısı 16 pi'dir. Biz onun yarısını götürəcəyik. 8 pi. Ən gözəl yolu budur. Eyni qaydada 23'ü də yazarıq. Baxın müəllimlər, 23'də də eyni qaydana gəlsək, nədir? Olacaq nə? Bəli, yeni kvadrat hissəsi x kvadrat üstə gəlir, y kvadratı bərabər 9 alacaq bu dəfədə. 4,5 pi. Bəli, bunu baxırıq, beləncə yazdım. X -3 ilə 3 düzdür müəllimlər. Bizdən soruşun nə? 0-dan 3'ə qədər olan yeri. Yəni bax buradan bura qədər olan yeri. Bu da dairənin nə? 4'də 1'idir.
Radiusu 3 olan dairənin sayəsi nə edir məndir? 9 pi düzdür? Onda 2 tam Onda 120. 4də 1-i. 4də 1 o da C variantı. Bəli. En geçici yolu budur müəllimə. Bunu başqa yolla əvəzləməyini getmək o biraz yorucu olur. Bu daha gözəldir. Həndəsi usuluna. Həndəsi usuluna müəllimə yazır. Bu tiplərdə başa düşülmür. Sonra müəllimə nə edeyim? Siz deyin mən de baxın. Bugün ancaq bunu keçirik. Çünki artıq yeni dərs keçməyə vaxtımız deyəsin qalmayacaq. Topluda özünüz baxa bilərsiniz müəllimə birinci, ikinci mövzulara. Fəzadan. Hansı mövzu müəllimə? Fəza Fəzadan. figurları. Birinci, ikinci mövzular. Fəzada düz xəttlər, zət falan, o Aha, ilk də aha. İlk ilkin ikisini. anlayışları. İlk ikisini, bəli. İlk ikisini ikisi də asan çünki. Maildir, müstəvidir, 200-dür, Onlar asan. yaxşı. Onlara bir baxarsınız özünüz. Çünki düşünürüm ki, asanlığı yaza biləcəksiniz. Tabii suallarınız olacaq. Onu mən izah edəcəm. Oldu mu müəllimlər? Oradan yazan sonra buradan yazmaq asan olacaq nisbətən. Baxaq müəllimlər, sonra nəyə baxaq? Siz sualınızı verin, bunu tamamlayaq qalmasın. Bu yaxşı mövzudur müəllimlər. Həm də həmişə də imtahana düşür. Görmüsünüz də yəqin. Sahə demir ki, bu əyri-xəttli trapesiya çox vaxt integral ümumiyyətlə hər imtahana düşür. 128. Yazaq bunu. Nətə yazaq? Kim deyər? Köməkçi burada eləyək. Yuxarıda ikiyə bölək müəllimə. Olar o. Köməkçi Sürətdəkiləri. bucağa ayıraq. Bəli. 2-yə bölsək əgər. 3 kök altı 3 böl 2. Düzdür? 2-yə İki. böləndə 3də 1 kosinus. 2-ni çıxartdım kənara. Sinus x plus 2də 1 kosinus x. 2-ni çıxartdım da yəni 1 alındı. O da bərabər. Bunu oxşar almaq üçün nə yazım mən bunu? Kosinus hansını yazım bunu? Kosinus necədir bu? Pi bölü 3. Bəli. Bunu yazım belə. Ən yaxşı belə yazım da. 2 bunun əvəzini yazım kosinus pi bölü 3. Kosinus x kosinus pi bölü 3. Razısınız müəllimlər? Üstə gələk sinus x sinus pi bölü 3 dx. Bu da bizə nə verir? Kosinus x minus pi bölü 3 verir mi? Bəli. Argumentlər eyniləşdiyində ben yazıram ha ilə. Yəni aldım belə. Demək belə çıxır ki, mən bunun əvəzini yazdım. Yazıram baxın ki, müəllimlər integral pi bölü 2-dən 2 pi bölü 3'e qədər gördüyüm qədərlə budur. Yuxarısı oldu 2 kosinus x minus pi bölü 3. Aşağıda zaten 2 sinus x minus pi bölü 3 zaten vardı. Kotanges deməlim bu. Hə, kotanges. dx. Biz zaten bunu nədir? Kotanges kimi yazmayacağıq. Gəlin bunu kotanges integralını bilmirik axı biz. Kotanges əslində bu şəkildə yazacağıq. Baxın müəllimlər. Yazıram belə. Gəlin bu tərəfdən yazım. Gəlin baxaq. Kotanges integralını tapırıq. Gəlin baxaq. Məsələn, integral kosinus x bölünsün sinus x dx. Kim deyər bunun integralını tapaq? Ne oldu? Bakın müəllimə, sinusun teoremesi var burada, görürsünüz. Görürsünüz müəllimlər. Sinus x'e mən bir dənə t desəm, onda hər tərəfdən teoremi alsam, teoreme d deməkdir, gəlin d-ni yazım. Diferensiyallasam, yəni teoremi alsam, nə alacağım? Bu olacaq nə? Kosinus x dx bərabər dt. Rahatsız da məndən, düzdür? Aparam burada yerinə qoyuram, integral. Sinus x'in yerinə nə yazıram? T yazıram. Kosinus x dx'in yerinə də dt yazıram. Bunun integralı nə verir mənə? Ln t. Bəli, ln t verir. Deməli, həmin qaydadan gəlsəm buna mən. Deməli, alacağım nə? Ln, bizdə nədir bu? X minus sinus x minus pi bölü 3.
Bir şey yazın biraz. Sərhədlər nədir müəllimlər? Pi bölü 2-dən 2 pi bölü 3-ə qədər. Gəlin hesablayaq. X-in yerinə 2 pi bölü 3 yazsam burada. X-in yerinə 2 pi bölü 3 yazsam pi bölü 3 qalacaq. Düzdür müəllimlər? Pi bölü 3-də də elin pi bölü 3 sinüs pi bölü 3 nəyə bərabərdir? Kök 3 bölü 2 deyəsin bilən. Keçmiş bəli. Çıxılsın. Elin X-in yerinə pi bölü 2 qoysam pi bölü 6 eləyəcək. Pi bölü 6-da da 2-də 1. Elə düz yazıram, elə mi müəllimlər? Bu da bərabər elin bunu buna böləndə kök 3. Elin kök 3. Çox uzun və yorucu yoldur. Yolda yəni ki, həlli bu daha başqa yol yoxdur. Hani elin kök 3. D variantı. D variantı. Aydınlı müəllimlər. Bu kifayət qədər uzundur ha, bunun həlli. Yəni həlli bu daha başqa şansı yoxdur deyim ki sizə. Deyim ki, bunu bu formada yazım daha qısa olacaq, yalan sözdür. Elə bir şey yoxdur. Bu nə həlli budur? Məcbur yuxarısını yiyəsiz, müəllimlər aşağı uyğun yığasız. Sonra müəllimlər nəyə baxaq? 129-u deyə bilərsiniz müəllimə. Mən düzü bunlara çatmamışam açığı. Deyim də. Eləyəcəm bugün amma bəli. Müəllimə, deməli bu törəmə integral aparır. Düzdür? Qalır nə? Özü çıxır. X 1-dən 2-yə. Hə, yerinə qoyacağıq. Burada x-in əmsal tərsi çıxandan sonra x-in əmsalın tərsi nə edir? 2. 2. F x bölü 2-də x-in yerinə yazım nə? 2 ilə 4. Üstə gələk. Bunun tərsinə olacaq 3. F x bölü 3 hardan aracaq 3-dən 6-ya. Bu şəkildə gedir müəllimə. Üstə gələk. Uyğunluq olacaq təbii ki. Burada da 10 çıxacaq. 10 f x bölü 10 integral 10-dan 20-yə. Bərabər gəlindi hesablayaq müəllimə. Bu bizə nə verəcək? F2 çıx, F1. F4 yəni. Deyir orada. Yox, hələ sonra yazarıq. Hə, yazaq orada. Nizamlı düzülüş var elə bil. Üstə gələk. 2-ni çıxardıram kənara. X-in yerinə 4 qoysam F2 çıx. X-in yerinə 2 qoysam F1. Belə çıxır ki, nə olacaq hamısı? 10 vurulsun. X-in yerinə 20 qoysam yenə F2 çıx. 10 qoysam F1. O da bərabər. Başa düşdü müəllimə? Bəli, bəli. Yəni, F2 çıx, F1 var. Hamısı yerinə yazacam. Nə yazacam əminlər? 1, 4 yazacam. 4, üstə gələk 2 vurulsun 4, üstə gələk 3 vurulsun 4, üstə gələk və s. 10 vurulsun 4. O da bərabər. 4-ü çıxarsaq, bəli. 1 üstə gələk, 2 üstə gələk və s. 10. Çətin deyilmiş. 4 vurulsun, bu da silsilə kimi yazıram. 1 üstə gələk 10 bölünsün, 2 vurulsun 10. Bəli. Düzdür, bu da 55 eləyir müəllimə. Birdən 10-a qədərlərin cəmi 55. Bu 55, 55-i 4-ə vursaq 210, 220. 220. 220. 220 gəldim çatdım 220-nın E variantı. Çətin deyil müəllimə, yox. Hə, bəli müəllimə. Çətin deyil. Törəmə integral aparır, özü gedir, çıxır da qarşıya müəllimə. Daha sonra nəyə baxaq müəllimlər? Arxalar bir çətin deyim sizə. Ay müəllimlər, haradasınız? Buradayıq. Sualınız var, yazmışsınız sualınız yoxdur, yoxsa yazmamışsınız sualınız yoxdur? Mən yazdım. Yazmamışsınız? Axırları yazmamışam. Mən də yazmamışam. 130-dan 10. Gəl onda mən baxımda bir-bir, ha? Baxın. Hamısı çox böyükdür. Məsələn, 130-a gəlin baxaq. Gözüm aldı 130-u. İntegral çıxarsam kənara. Elin x vurulsun kosinus 2x üstə gələk sinus 2x bölünsün 2x dx. Bu toplam nəyəsi törəməsi verir, görün bu mənə. Çox güman ki, nəyəsi hansını törəməsi eləyəcək. Hansı funksiyanın hansını törəməsi eləyir? Elin x-lə sinus 2x-ni eləmi? İntegral biri elin x-dir. Bu da sinus x-in törəməsi də düzdür müəllimlər.
Biri ln x-dir, biri də sinus 2x-dir. Bunun törəməsini verəcək. Yoxlayaq görək doğrudan da elədirmi? Elədir müəllimə. Heç sağ ol. Yazdan sonra hepsi yoxlayın. dx. Törəmə integral aparacaq. Qalacaq bunun özü. Üstündə yanında bir dənə üstə gəlsi. Hanı? Müəllimə, o da bəs sinus 2x-dakı 2 hara gedir? 2də 1 də o da 2də 1 kimi çıxır axı. Görürsünüz, yoxlayanda görürsünüz bu 2də 1 çıxmalıdır. 2də 1 qarşıya çıxır. Kanunum sağ. X sağ. Cavab C variantı müəllimə. Yoxlayırıq, baxın müəllimə. Baxaq, bir də baxaq. Gəlin baxaq. Deməli, yoxlayıram, görüm doğrudan da ln x vurulsun kosinus sinus 2x-in törəməsi verir mənə. Yoxlayım, görüm biz gəlir. Bu vurulsun, bunun törəməsi nə yeyir məndə? Ln x vurulsun, bunun törəməsi 2 olmalıdır. 2 kosinus 2x olmalıdır. Düzdür? Bəli. Deməli, burada nədir? 2də 1 çıxartmalıyım qabağa, bəli. Üstə gələk, bu vurulsun. Sinus 2x vurulsun. Ln x'in törəməsi. O da nə edir? 1 böl 2, 1 böl x, bəli. Amma burada nə var? 2 var. 2də 1 çıxartmaq lazım, bəli. 2də 1 çıxardandan sonra alınır. 2də 1 bu. Bəli. Aydındır. Yazdan sonra yoxlamaq lazımdır. Onu istəyirəm ki, yoxlayaq gərək. Sonra baxaq görək, məsələn, buna baxaq görək, burada nə verir bizə? Nə qəribə bir şeydir bu? Qəribə bir şeydir. Müxtəsər deyil o müəllimə? Yox, elə deyil müəllimə. Gəlin bax, kökdə olanına görə bax, ağlımıza gəlməlidir nədir? Yox. Biz bilirik ki, kök altında, 1 bölünsün kök altında 1 çıx x kvadratı dx. Qabağının mənfini ataqda görülür. Mənfi olanda arq kosinus, düzdür? Mənfi olanda arq kosinusdur. Çox güman ki, buna gələcək. Gəlin buna oxşadaq biz. Bərabər integral mənfi dx kök altında burada nəyin kvadratı var? Gəlin m-ni tapaq da, nə var ki burada uzun getmək. M nədir burada? Müəllimə, hər tərəfi 8-ə bölsək alınmaz, elə görərik nə. Yaza bilərik, amma 7 yaza bilərik. M 24'dür, amma elə də yazmaq olar. M yox, M 24 deyil. M mənfi 24 bölünsün. 24 böl, hə, 2A. 2 vur 16. 32. Düzdür. Neçə yiyəcək bu da? 8 yaparsam 3 burada, 2 də burada, mənfi 4'də 3. Düzdür. Düzdür müəllimlər. Onda belə çıxır ki, belə də bax müəllimlər. Bu 4'ün kvadratıdır. Bu da 2 vurulsun 4, 8'e bölsəm 3. 3'ün kvadratı 9. Evet. Onu belə yazım bunu. Deməli 24x çıx 16x kvadratı çıx 9. Düz yazdım. Bu mənə 3 çıxılsın 4x'in, yox 4x çıxılsın 3'ün kvadratı. Düz verdim. Desin düz yazıram. 9. 9 da çıxdımsa üstünə gələr 9 yazmalıyım. Çıx 8 zaten vardı. İndi gəlin baxaq bu nə edir? 1. Buradan mənfini çıxarsam 16x kvadratı çıx 24x plus 9. Bərabər 1 çıxılsın zaten 1 olmalıdır hükmən. Bu nə verir bizə? 4x çıxılsın 3'ün kvadratı verir mi müəllimlər? Bəli. Demək yazıram burada 1 çıxılsın 4x çıxılsın 3'ün kvadratı. Görürsün gəl çıxdı mı buna? İndi yazıram nə? Arq kosinus. X'in əmsalının tərsini yazandan sonra yazıram. X'in əmsalı nədir bizdə? 4. 4'ün tərsini yazandan sonra yazıram arq kosinus nə? 4x çıxılsın 3. B variantı. Düzdür müəllimlər? Heç də çətin deyil. Sadəcə bunun formuyu gətirmək lazımdır. Düzdür müəllimlər? Əvvəldən mənfini qabağa atsaq, onu ax kvadratı bx o sıralama ilə yığsaq, elə nəsə ala bilərik. Necə Məsələn, müəllimə? bölsək 8-ə. Mənfini qabağa Bunu belə deyə bilərsiniz müəllim. Bax bu mənfi sizi çaşdırır.
Düzdür? Mənfi Onu çaşdırır. atıb yoxsa Gəlin mənfini rədd edək, sonra təzinin mənfini ataraq da qabağını. Mənfi rədd edək olsun 16x kvadratı. Çıxılsın 24x plus 8. Bir de daha tez görünür də, düzdür? hə, Bu belə 4x, bu 4x deyir. Bu da 2 vurulsun 4. 8'e bölsün nə qalır? 3. 3. Çıx 3'ün kvadrat, düzdür? Bir də üstə gəl nə olmalıdır? Çıxılsın 1 olmalıdır. Çünki 8 olmaz üçün. Düzdür müəllimlər? Yəni burada da mənfi çıxartmışım. Bax, əksini yazıram. Yazıram 1'i. Əslində 1'i yazmaq daha yaxşıdır. 1'i yazmaq daha yaxşıdır. Əslində çətin deyil, asandır. Belə görəndə görürsünüz, qorxulursunuz özünüzü. Elə bir çətin bir şey var, yox. İndi baxın, məsələn, buna baxaq, gözüm aldı. O 132'ye baxaq. Bakın müəllimlər, burada məxrəcdə bu var. Deyə bilərsiniz, müəllim, bunu kesinliklə kimi belə parçalayaq mı deyə sual veririk. Amma baxın, bunun törəməsi burada var mı? Bəli, var. İşte o demək parçalamayacağıq. Demək, mən x kvadratı çıxılsın 4x minus 8'e bir t desəm, hər tərəf diferensiyallasam, alacağım nə? Bunun törəməsi neydi? 2x çıx 4. 2x çıx 4. Bunun törəməsi 0'ya bərabər dx daha doğrusu yazmaq şərtindən. Beraber dt. Demek ben bunun yerine mi? Bak bunun yerine dt yazacağım. Beraber integral dt bölünsün t. Yazdım mı? O da ln t. T de bizde buydu de. Hə. Tapdım. Mən ln t. bu O değil görməsə ha. Ha. də məsələn də Birinci ağlınıza o gəlməlidir. Törəməsidirmi? Gəlməsə məcbur bayaq kim yazacaqsınız? Bunu vurğularına ayıracaqsınız məxrəci. yuxarıdan Düzdür? 2-ni Yukarıdaki yazacaksın, yukarıdan bak yazacaksın 2x çıxılsın 4 bölünsün. Bunun taki vuruklarını ayırdım. Vuruklarını ayırdım ne alınır? Düzü vuruklarını hiç ayrılmır bu diyesen. Sağ olun. Nereye tak gidiyordu ki mesela tak gidiyorum ne diyelim. 4 X kvadrat çıxılsın mesela ne olsun x kvadratı çıxılsın. X mesela tak ki mesela çıxılsın 2 mesela belədir nümunə. Düzdür? Bunun törəməsi bunu vermir. Düzdür? Onda bunu bir yazacaksın. Yazacaksın bunu belə. Biraz uzun gedəcək təbəyyək kimi. Yazacaksın böyle 2x çıx 4 yukarıda, aşağıda x çıx 2x plus 1. Beraber a bölünsün x minus 2 minus veyahut da plus fark etmez. B bölünsün x plus 1. Bunu orta məxrəcə gətirib müəllimlər. Buna ne yiyəcəksiniz? Eyniləşdirəcəksiniz. 2x minus 4 məxrəcdə yazmıram da. Bu ax bir de bx. A üstə gələk b x. Bu da a çıx 2b. A çıx 2b. Burayla buranı müqayisə edik. Görürəm ki, x-in əmsalı burada a üstə gəl b-dir. Burada x-in əmsalı 2'dir. A üstə gəl b bərabər 2 yazacağım. Sərbəst ət burada a çıx 2b-dir. Bu tərəfdə sərbəst ət mənfi 2'dir. Yəni x mənfi 4 daha doğrusu. Buradan a-nı b-ni tapırıq müəllimlər. Aparıq burada yerinə qoyuruq. Bax buradan. O da ln olacaq artıq. Düzdür? Ln ayrı-ayrı. Düzdür müəllimlər? Müəllimə orada x kvadratı çıxaq x niyə yazdıq ki? Çıxaq 2 niyə yazdıq? Orada onu Nümunə üçün vurğuların ayrısını bu vurğuların ayrımı bırakın. Məxrəc vurğularına ayrılan bir ifadə, amma onun törəməsi bunu vermir. Əgər elədirsə belirləyəcəksiniz. Oldu müəllimlər? Bax bu formada. Belə. Oldu. Yadımızda qalacaq. Birinci sul nətər oldu müəllimə? Biz asan yola tapdıq. Birinci sul, baxıram birinci. Məxrəcin törəməsi verilmiş surəti. Ağlıma birinci o gəlməlidir. Məxrəcin törəməsi, bunun törəməsi bunu verirmi? Bəli. Deməli nədir? Artıq bu parçalamaq deyil. Mən əvəzləyəcəm. Buna bir t deyəcəm. Onda bu da dt olacaq. Olacaq dt bölünsün t. Müəllimə hər məxrəcin törəməsi verməlidir də sürəti. Sürətin törəməsinin məxrəci verə bilməsə elə. Yox, onda başqa cür olur. Həmişə məxrəcə bax. Sürətin törəməsinin məxrəci verəndə o yuxarı aşağıdan böyük olmalıdır. Ona tam üstünə ayrılması hökmü. O başqa üsuldur artıq. Yəni müxtəlif cür verə bilər. Hər misalda müxtəlif yanlışlıq görürsünüz müəllimlər. Yəni burada ümumi yol olsa da standart fərqlidir. Bax məsəl üçün buna baxaq bir nə deyir burada? Bunun törəməsi bunu verirmi? Bəli, verir. Ay, sağ ol. Onda mən x kubuna bir t desəm, hər tərəf diferensiyallasam, bu törəmə deməkdir. Yəni x kvadrat, 3x kvadrat, Yox, 3. müəllim. Hə.
Vermir axı. Hani vermir, verir. 3x kvadratı dx beraber Amma orada 2x dt. kvadratdır Olsun müəllim. da mənə x kvadrat lazımdır. X kvadrat lazımdır mənə zaten. X kvadrat dx'in əvəzinə yazsam ne? 3'te 1 dt. Yazsam da bunu. Onda 2x kvadrat olacak ne? 3'te 2 dt. Düzdür? Demek yazsam böyle. Yazıram deməli, yazıram bax bunun əvəzinə 3'te 2, 3'te 2'ni atırım qabağa. İntegral dt aşağıda ne olur? Düz bir şey yazmayayım, karışık olur. Nazik yazmış ki. Bu biri yazın. Olacak ne? 3'te 2'ni atırım qabağa mənlər. İntegral yuxarıda dt. Düzdür? Bax burada 3'te 2'ni attım qabağa. Aşağıda kökü altında t üstə gəl 5. Vəssalam. Düzdür? Bu da ne demek? Belə deməllər, baxın. 3'te 2, bu da t üstə gəl 5'in üstündə mənfi 2'də 1'dir. Bunun integralını tapmağa ne var ki? 3'te 2 vurulsun. Bunun üstündə bir gəlməcə eləyir. 2'də 1. 2'də 1'in tersi ne eləyir? 2. T üstə gələk 5'in üstündə 2'də 1. O da beraber 3'te 4. Bu da kök altında. T'nin yerine x kub yazıram da. Aldım. Anı diye daha C variantı. Düz değil mi? Yok. 4'te 3 olmalı. 3'te 4 olmalı. B variantı. C variantı yok. Üzrü sayın. 3'te 4 olmalı. Düzdür? Hiç de çetin falan değil. Görürsünüz müəllimlər. İlk baxışına birisi çetin değil. Ama değil. Yəni bəs hissə inteqrallamaya nə vaxt gəlirik? O hansı? Çok az hallarda onu istifadə Az- edirik. Hiç burada diyesin yoktur. Yox. Çok az hallarda onu istifadə edirik. O biri MHM-də olmalıdır o müəllimə. Var. Şimdi bakın buna bakın müəllimlər. Görürsün bunun törəməsi var mı? Budur mu? Bəli, odur. Ay sağ ol. Onda x kvadratı çıxılsın 3x'e bir t deyirsiniz. Onun törəməsi olanda bu olacaq 2x minus 3 dt dx daha doğrusu beraber dt. Demek bunun əvəzinə yazacaqsınız böyle sinus t. Bak bu olacaq integral. Sinus t. Bu bir de bu. İkisinin əvəzinə yazıyorum dt. Gördünüz mü müəllimlər? Ne kadar sadeleşti. Sinus integral nedir? Mənfi kosinus verəcək o. Mənfi kosinus t'nin qiymətini yazıyorum yerine artık. T bizde neydi? X kvadratı çıxıcı x idi. X kvadratı çıxıcı x. Y variantı. O da Y variantı. Görürsün müəllimlər. Çətindir? Değil. Değil. Sadəcə çoxu. deyirik də buna müəllim. Hə, buna əvəzləmə üsulu deyirik. Bəli, əvəzləmə üsulundan çox istifadə. Universitetdə o qədər ki işləyirdik buna aid. Differensial təhlildə, analizdə çox istifadə Bunun edirik. törəməsi bunu verir mi müəllimi? Verir mi? Yerlər dəyişik. Verir də, düzdür. Mən buna bir t desəm, deməli sinus 2x çıxılsın 3 kosinus, üzrü sayın, kosinus 3x'e bir t desəm, kosinus 3x'e bir t desəm, işarə önemli yoxdur. Əsas odur ki, forması alınır. Bunun törəməsi nə eləyəcək? 2 kosinus 2x. Bunun törəməsi nə eləyəcək? Müsbət 3 sinus 3x. dx beraber dt. Demek bunun yerine ne yazayım ben? dt. Yukarısı oldu dt. Aşağıda ne? T. Bu da ln t. Ln diye daha. Yok bu değil. Dur sayın. Ln bu. Düzdür. Yok o değil. Ben t ne demiştim? D variantı. D variant. D. T budur. Elə birinci dediyini dedi, D Buyurun, variantı. evet. Ama onun yanına yapıyor C yazmışlar. Ayıp olsun bunlara. Bir C yazmışlar. Olmalıydı. Aydın da müəllimlər. Başa düşürük müəllimlər. Bəli. Biraz da baxaq müəllimlər. Yoruldunuz mu müəllimlər? Danışan mən, yazan mən, maşallah yorulan siz. Siz müəllim. Bəs burada neyniyək? Bunun törəməsi bunu verir mi? Baxın, yox, vermir. Ayıp olsun buna, vermir. Demək başqa cür getməliyik. Aşağıdan x-i çıxıraq müəllimə. X-i çıxarsam görün nə alıram? X kvadratı çıxaq 1.
Bunun teoremesi bunu vermədi, değil mi? Gəlin baxaq əmənlər. Bəlkə gedəcəyik, bir prob eləyək. O aşağıdan x çıxarsam müəllimə, mənə x kvadrat çıx 1 verir. Heç nə vermir ha. Görürsünüz. Gəlin prob eləyim, görüm əvəzlə məmnun olurmu? Yoxlayayım da. Bizdə nə gedir? Heç nə. Heç üzünə baxmaqdansa bir prob eləyək. X kubu çıx x-ə bir t desəm. Alacağım 3x kvadratı çıx x, yox çıx 1. 1. Bərabər dx təbii ki. Bərabər dt. Düzdür? Deməli, mən bunu belə yazmalıyam. Bunu ayrı-ayrı yazacağım. Başqa şansımız yox. Buradan da 3'ü çıxarsam, 3'ə bölsəm hər tərəfi, x kvadratı çıxılsın 3'də 1, dx bərabər 3'də 1 dt. Elə müəllimlər? Bəs o birisi birini eləyim bəs mən? Bəli. Onu bildiyik də gəlin müəllimlər. Bunu başqa cür eləyək. Surət məxrəci x-ə bölək. Yoxsa x kvadratına bölək. Yəqin ki, bu elinə gələcək. Cavablar çünki üçündə elən yazıb. Buradan gəl çıxa bilərəm, amma bu yorucu olacaq. Çünki qəşəng deyil bu. Bu qəşəng deyil. Gəlin buradan neyinək müəllimlər? Öncə x-ə bölək, yoxsa x kvadratına bölək? Hansına bölək? Daha sonra əvəzləmə eləyərik. Öncə bölək. X kvadratına bölək müəllim. X kvadratına bölək. Yuxarıda 1 üstə gələk 1 böl x kvadratı. Aşağıda da x çıxılsın 1 böl x. Ay, sağ ol. Bunu nə deyə bölə bilirik müəllimə? İnteqralın altında hansı haqla bölə bilirik də? Surət məxrəci bölünür, kəsrin yeni məxrəci müəllimə. Kəsrin tərkibində eləyirik də onu, düzdür? Kəsrin surətin və məxrəcini istədiyimiz ədədə vura da bilərik, bölə də bilərik. Məxrəc buradan fərqli. X sıfır olmazaq, onu gördün nədir? Məxrəc sıfır olmazaq. Ona görə x-ə x-in kvadratına istənilən şeyi bölə bilərik. İndi baxıram ki, bunun teoreməsi bunu verir. Verir. Qapını bağla. Verir özdə necə verir? Ay, qəşəng verir özdə, super. Düzdür? X çıxılsın 1 böl x-ə bir t desəm, dərs keçirəm. Xahiş edirəm, biraz gözlə. Onda olacaq nə? 1 çıxılsın, bunun teoreməsi neydir? Müsbət olur da, müsbət 1 böl x kvadratı dx. Ay, sonunda qəşəng gəldiyimi dt. Aldım qəşəng super əla. Deməli, bunun əvəzini yazacağım dt, aşağıda da t. Qəşəng. Oldu elin t. T bizdə nə idi? Buydu. Elin qardaş, hə. Elin qardaş. Rəsulam. Bu. Hanı bu. Bu variantı. Deməli, lazım onu neyəcəyik? Böləcəyik. Çox güman ki, burada da böləcəyik. Çünki baxanda görürəm ki, qəşəng bir şey alınmır. Öncə böləcəyik, sonra. Oldu müəllimlər? Bölək, bir dənə onu da eləyək. Orada nəyə bölək? Burada nəyə bölək? X kvadratına bölək də. Gəlin baxaq, bölək, x kvadratına bölək, yoxsa x-ə bölək. X kvadratına bölək. X kvadratına bölək. İntegral surətdə olacaq nə? 1 çıx 1 böl x kvadratı. Yoxlayaq da olmasa x-ə bölərik. Bunu x kvadratına böləndə kökün altına gələndə ki, x üstü 4, bu da x üstü 4. Bu olacaq mənbə. Kök altında x plus 1 böl x. Bəli. Kök altında. Bunun teoreməsi bunu verir. Verirmi? Məxrəcinki sürəti verir. Məxrəcin kökün altındakı verir. Bəli. X plus 1 böl x-ə bir t desəm, onda d x plus 1 böl x dt eləcə 1 çıxılsın 1 böl x kvadratı dx dt. Bəli. Olacaq nə? Demək, yuxarısı olacaq integral dt, aşağısı kök altında t. Kök alt t'nin integralın birlikdə nəyə bərabərdir? 2'də 1. 3'də 2 kök altda t kubu. 2. Yox, 3'də 2 yox, 2. Bu t üstü mənfi 2-də 1 də müəllimlər.
2 ilə çıxır. 2 ilə olur Hə, qabağı. bunun üstünə bir gələndə olur necə? 2, bir gələndə 2-də 1, 2-də 1-in tərsi 2. Kök 2 altda kök T. altında T. T. T də bizə nə idi bu idi də? Bəli. X üstə gələk 1 böl X. Budur müəllimlər. D, C variantı. Gəldik çatdıq mı? Qəşəng yazdıq mı? Yazdıq. Bu asandır. Bunu baxan buna. Yo, müəllimə, bunun bu tipli əvvəllərdə var idi elə. Hə. Bunun qabağını 2-də 1 çıxartmaq unutmayın ha. İbdaşını tapanda. Müəllimə, orada Hə. 1 böl x-in törəməsini 1 böl x kvadratı aldıq. Hə. Törəməsi yox, integralı. İntegralın. Onun qaydası necədir ki, o necə alınır elə? Müəllim, Orada belə yazıram. kimi mənim yadımdan çıxsa, mən onu necə integrallaya bilərəm? Bax yazıram müəllimə. İntegral. Bunun əvəzinə yazıram. T üstündə -2-də 1. dt. Bu da qüvvət funksiyasıdır. X üstü e-nin integralı nəyə bərabərdir müəllimə? X üstü n plus 1 bölünsün n plus 1 deyil. Deməli, burada 2-də 1-in üstünə 1 gəldim. 2-də 1-in üstünə 1 gəlinci eləyir müəllimi. Allahım. -2-də 1-in üstünə 1 gəlinci eləyir. 2-də 1 eləmir. Yəni, T üstündə 2-də 1 bölünsün 2-də 1. Bu da nədir? Bu 2 kimi çıxır qabağa. Bu da kök altında T deməkdir. Yadımızdan çıxsa belə yazacaq. Bildin müəllimi? Bəli. Sonra baxaq, biraz axıra çatmışıq, bir şey qalmayıb. Vaxtımız qalmıyor. Yorulmuşsunuz. Bir ikisi qalıb, ona da baxaq, yaxşı. 139 Sizə tamamlayıram. sağ- Gələn dəfə tamam. Sizə- Necə müəllimi? Sizə sağ ol deyirəm, azarlamışam ona görə. Keşiş olsun. Müəllimi. Geçə bir limonlu çay içərsiniz. Yaxşı. Onda qalanını özünüz yazarsınız. Biraz da özünüz əziyyəti verin. Nə olacaq ki? 141'i kim deyər? Tez deyin mənə. Pi böl 140'ını 2, deyim. pi böl 2 bölmez. Ay sağ ol. Burada Müəllimə. integral çıxardanda bura bizə pi böl 2 verir. Bəli. Bu da pi böl 2 sabitdir də yana bir x yazacağıq. C. Eşək göçək əla. Bura baxırıq. Bunun törəməsi bunu verir. Hayır. Vermir. Onu görə yazacaqsın. Bunun məxrəci vurğularını ayıracaqsın. Məxrəc nə olacaq? X plus 3, x minus 2. 7x plus 1 bərabər A bölünsün x plus 3. Bizdə gələk B bölünsün x minus 1. X minus 2. Bunu mən yazdığım kimi uzun geçik edəcəksiniz. Bir zəhmət. Asandı o, nə var çox. Bu bizə nə verir? Bilməm. Bu da elə həmin şey, heç nə. Bunun törəməsi yox da yuxarıda. Yenə bunu da yazacaqsın nə? 1 bölünsün 4. Bunu vurğularını ayıram. 2x minus 1. 2x plus 1. Bunu yenə yazacaqsınız. A bölünsün 2x plus 1. Plus B bölünsün 2x minus 1. Eyni qaydın yenə müəllimlər. A-nı bir tapacaqsınız. Başqa şansınız yox. Maalesef. Bu bizə nə verir? 1 bölünsün 1 üstə gələk T kvadratının integralı nədir bizdə müəllimə? Tangens, müəllimə, tangens. Arc tangens. Tangens. Amma burada ikisinin qabağını görürsün, nə var ay müəllimə? Görürsünüz. Ənfi var. Müəllim, o kök altı olanda Arkotangens. aktiv kosinüs olurdu da, hə? Köksüz olanda arkatangesdən aktangens Yox, olurdu. köklə olanda sinüs Kök altı kosinüsdür. olanda. Bir Köksüz. çıx amma, çıx ha olanda bu arksinus, qabağında mənfi olanda arkkosinus. Amma belə olanda arktangens, qabağında mənfi olanda arkkotangens. Hı. İndi Doğru. burada ne yapalım? Burada köksüzdürsə tangensdən kotangensdir. Bu ark tangens amma mənfi qabaqda olmalıdır axı. Bu olacaq belə müəllimlər. Bu x qabağının mənfi var. Mənfini atıram qabağa. Sonra mənə verir ark tangens bu. Düzdür? Ark tangens 1 çıx x plus c. Axı ark tangens tək funksiyadır. Bu mənfini içəri atsam olacaq nə? Ark tangens x çıx 1 üstə gələk c. Və yaxud da əgər o da ark tangens amma. E variantı. Əgər belə uğraşmaq istəmirsinizsə, elə burada üstündə kvadrat var deyil, bunların yerini rahat şəkildə dəyişə bilərsiniz. Aydınlı müəllimlər? Uğraşmayaq da o mənfi ilə. Mənim kimi uzun getməsi deyə.
Kökün üstünde kvadrat olduğuna göre yerini değişebiliriz. Problem yoktur. Birbaşa arctangiz x minus 1 yazacaksınız birbaşa da. Bunu da yine parçalayacaksınız müəllimlər. Yok parçalamayacaksınız. Buradan bu kvarta ayrılmır müəllimlər. Kvarta ayrılmadığına göre bunun Beşi tam kvadratına ayırmalıyız. Tam kvadratına ayıracağız. Bakın. İntegral mənfi dx. Bunu bir üste gerek x plus 2'nin kvadratı kimi yazacağıq. Bu da mənfi olduğuna göre arc kotangiz. Arc kotangiz x plus 2. Arc kotangiz x plus 2 B variantı. Ve nihayet ve sonuyla kurtardı odur. Aydın oldu müəllimlər? Bəli, müəllimə. Onda geceniz xeyrə qalsın. Bunu tamamlayın hökmən ha. Miqə hazırlaşan hər kəsə aiddir. Bunu tamamlayırsınız. Sonra keçirsin nədir? Dim topludan. Aha. Fəzada bir fəzada düz xətlərində bir mail falan var ya. Oradan iki bölməni, iki başlığı. İki başlığı. Qəşin işləyirsiniz gəlin həftənin birinci gününe. Okey. Bəli, müəllimə. Sağ olun müəllimlər. Görüşərik. Sabahdan inşallah öz dərsimizin qaldığımız yerdən o birisində həqiqətlər tamamlayarız. Gecəci tam cəbri ifadələri. Sağ olun müəllimlər. Gecəniz xeyrə qalsın. Tənbəli eləmək yoxdur. İstəyirsiniz, işləyirsiniz.